Salam əziz və hörmətli həmvətənlərim, əziz Azərbaycanlılar, sizi xoş gördük. Bir ayrı cuma günü mən İnsafəli Hidayət Günaz TV vasitəsilə sizlərin evlərinizə, gözlərinizə, isti ürəklərinizə qonaq gəlmişəm. Ümid edirəm ki, keyfiniz saz olsun. Bu həftədə o birisi cürmələrə tay çalışacağam. Eləyə bilsək, əlbəttə varımızda bir qonağımız olacaqdı və bu qonaqla birlikdə çalışacağıq ki, bir də məsələləri sizin üçün bizim fikrimizdən açıqlayaq. Bu mevzu, mən bu dostumuzdan danışırdım ki, biz mevzunu milli məzhəbilər və habelə, məsələn, pan-İranistlər, islahçılar filan, bu, yəni onlar ki, İrancıdırlar əslində, onların Azərbaycana baxışı haqqında danışaq və dostumuz deyirdi, demokrasixah, demokrasi istəyənlər, demokrasi tələblərin fikirlərini danışaq. Mən bu mövzunu deməkdən istəyirəm, deyəm ki, yəni bizim bugünkü mövzumuz İrancıların Azərbaycana baxışıdır. Bunu bir adamla mübahisəyə qoyacağıq ki, bu adam mənə tay bir zaman mən də islahçı idim, islahçıdır. Eyni halda milli məzhəbilərə çox-çox yaxındır və habelə İranın milli nirularına, o güclərinə, fəallarına, siyasi fəallarına çox yaxın birisidir. Bu dostumuzun adı Peyman Arifdir. Xəbərlərdə hətmən görmüsünüz, bəzi medialarda səsini eşitmişsiniz, yazıları ilə bəlkə tanışsınız. Peyman Arif 1361-ci ildə anadan doğulub Təbriz şəhərində. Təbrizlidir, türkdür. Və ulum siyasini fوق lisans səthində, məqtəyində qutarıbdır. Yüksək lisans alıbdır. Sonra doktora səthində qəbul olubdur, dərs oxumağa davam versin. Amma bu ulduzlu tələbələr, öğrencilər ya danışdılar deyirlər, onun zümrəsində qərar tapıbdır, onların sayında qərar tapıbdır və dərs oxumaqdan qabağa alınıbdır. İndilikdə Ankara'ya mühacirət edibdir və Türkiyənin paytaxtı Ankara şəhərində dərs oxur. İcazə buyurun, elə bu qıssa tanışmağa bir şey də əlavə eləyim. O da bu ki, Peyman Arif həm öğrenci ya tələbə fəalıdır, həm gazetəçi kimi, ruznamenigar kimi özünü tanıtdırır və həm də bir siyasi, zindani siyasidir. Bir şəkli də var, çox yayıldı internetdə və medialarda yayıldı. O da o şəkildir ki, zindanın dövrün qutarandan sonra, yəni bir uzun müddət zindanda həbsdə qalandan sonra azad olanda, əgər səhv eləmişsəm 74 qamçı şallaq vurdular və beli yaralı halda o şallaqların yeri zoqqulduya şəkil salıblar və bu internetdə yayıldı. Beləliklə, bugünkü qonağımızı bir az tanıtdırdım, amma bu qonağımız kimdir? Necə fikirləşir? Azərbaycanı necə görür? Azərbaycan hərəkatına necə baxır? Tehran ya İrancı niruların Azərbaycana necə baxmağı nə cür görür? Bunların hamısı bu günləri deyəcəyik. Eyni halda. Bir 5-10 dəqiqədən sonra telefonumuz açıq olacaqdır. Xətlərimizin hamısı açıq olacaqdır. Sizlərə imkanınız olacaqdır. Dünyanın hər yerində varsınız. Məndən və qonağımızdan sorğularınızı, suallarınızı soruşarsınız və biz sizin xidmətinizdə olacağıq. Sizin sorularınıza cavab verək. İcazənizlə pəs mən qonağımıza dönüm. Salam aleyküm, Peyman bəy, Arif cənabları, necəsiz? Cənab-ı Hidayət, sizə və tam tamaşaçılarınıza ümidvaram ki, dünyanın hər yerində tamaşaçılarımız bu proqramı görürlər. Sağ və səlamət olsunlar. Yaxşı bir proqramımız olsun və İki, başqa baxımdan eləyə bilək ki, bu sorunun haqqında danışaq. Təbii ki, mən də bu fikirdəyəm, olacaqdır və millətimiz də həm tamaşaçılarımız dünyanın hər yerində vardır və həm də onlar ki, sualları vardır, qoşulacaqlar və eləyə biləcəklər sizdən və məndən suallarını soruşsunlar. Mən elə icazə buyursanız birinci sualla başlayayım. Mən bilirəm ki, siz İranda milli məzhəbilərə və habelə milli qüvvələrə ya siyasi partilərə, hizblərə yaxınsınız. Və bilirəm ki, onlarla çox yaxın ilgiz vardı, onların xətlərin bir zaman əlbəttə, indi bir neçə müddətli xəbərim yoxdur, nəcürsüz.
Onların fikirlərinə çox yaxın bilirəm sizi və bilirəm ki, onları himayət edirsiniz. Siz indi bu vəziyyətdə düşünürsünüz, yoxsa bir fərqi eləmisiniz Türkiyəyə gələndən bu üzə, ya Azərbaycan hərəkatı ilə biraz tanış olandan bu üzə? Xeyr, qətlən cənab-ı Hidayət, bir insanın bir aydın fikir ya çalışkan, siyasal çalışkan bir insanın bir fikri var. O fikrinin temelinde, o fikrinin esasında yaşar, o fikrinin esasında çalışar ve bir ziyaretle ya ülke değişilmesiyle fikri değişmez. Ben tam bir demokrat yani siz bir camit fikrə inanırsınız. Bizim biraz bəhsimiz şey olacaq, biraz challenge olacaq da. Əzizim, camit fikir söhbət deyil. Söhbət bundadır ki, bir der vaxtı köklü bir fikir sahibi olan bir adam bir ölkə dəyişilməsi ilə fikrini dəyişdirməz. Yəni bücür deyil ki, sizin indi sorunuz nə idi? Sorunuz bu idi ki, əgər bəlkə Türkiyə gələndən sonra fikrini dəyişdirmirsən. Yox, mənim cavabım sizə yoxdur. Kəsin yoxdur. Yəni ən azı budur ki, ölkə dəyişilməsilə fikir dəyişilməz. Düzsüz nədən söhbət edirəm? Mən tarixdə o cür ki bilirəm, mənim yəni oxuduğuma qədər, mən bildiyim qədər, tamam bu inqilablar məmləkəti dəyişməklə, taza fikirlərlə tanış olmaqla, taza sistemi, siyasi, ictimaini görməklə, təlim, tərbiyyət görməklə olubdur. Məsələn, bizim məşrutədən, indi də bilirsiniz, məşrutənin il dönümüdür. Dünən İsrail günləri Mordadın 14-də Müzəffəreddin Şah fərmanı məşrutəni imza edən gün keçdi. Bilirsiniz ki, hətta belə ondan çox qabaqdan, məsələn, bizim Rüşdiyyə, Mirzə Həsən Rüşdiyyə rəhmətlik, Lobnana bir müsafirət eləməklə bir dənə sistem qurubdur. Yəni bu fikir dəyişikliyidir. Mən buna görə sizdən soruşurdum ki, bəlkə sizdə taza bir sistem ya... Buyurun. Anlıram siz nə deyirsiniz. Amma o ziyarətlə bağlılığı vardır ki, siz hara getmiş olarsınız? Bir vardı, bəli. Məsələn, siz gedirsiniz birkaç yıl, bir neçə il, məsələn, Avropada yaşıyorsunuz, Amerikada yaşıyorsunuz və fikrinizdə dəyişikliklər olur və o dəyişmiş fikirlə ölkəzə dönürsünüz və bir sıra dəyişməklər, bir sıra təğyirlər istəyirsiniz. Amma hər haldə Türkiyə ilə İranın çox fərqi yoxdur. Yəni siz bilirsiniz, orada da bizim bir otoriter bir devlətimiz var. Burada da bir otoriter bir devlət var. Burada bir otoriter sistem var. Amma burada yəni siz vaqəən inanırsınız ki, Türkiyə ilə İran bir səviyyədədir, siyasi və media, demokrasi, bunlar əhzabın azadlığı, millətlərin haqları, bunlar hamısı İranla bir səviyyədə görürsünüz? Necə ki, İranda bir xodilər demokrasisi var. Yaxşı. Yəni sizdə İranda demokrasi kimlərin ortasındadır? İranda demokrasi Cumhuriyet İslamını inananların ortasındadır. Nə tam demokrasi var, nə tam demokrasi yoxdur. Nə demokrasisizlik var, nə demokrasi var. Demokrasi usulcıralar və islah tələblər ya etidalcıralar ya hər açı qoysaq onların ortasında olur. Türkiyədə də tam demokrasi yoxdur. Türkiyədə siz Türkiyə Cumhuriyyətin inananların arasında demokrasi görürsünüz. Türkiyədə siz Kemalisti mirasa inananların ortasında demokrasi görürsünüz və bundan başqa bir düşüncənin demokrasiyə qarışmağının qabağında qarşılıqlarına çıxırlar və onun müxalifətlə bərqüzar edirlər. Məsələn, bu son intixabatda Kürdlər böyük rəy gətirdilər. Bu halda ki, fikir edirəm sizin nəzərinizdə bunlar Kəmalçı deyirlər, ya Türkiyəçi deyirlər, ya bu mediaları vardı, radio televizyonları vardı, mətbuatları vardı, nümayəndələri məclisdə danışır. Bunları siz necə görürsünüz? Necə müqayisə edə bilirsiniz? Baxın, AKP və Erdoğan 1980
3 anayasasının əsasında heç inanmırdı ki, eləyə bilər, HDP eləyə bilər ki, barajı geçə. Yəni bu səddi, bu %10'luq səddidən geçə bilər. Bir başqa tərəfdən də ehtiyacı var idi ki, Avropada və Amerikada, Batıda o çirkin təsvir ki, özündən yaranmışdı. IŞİDə yardım etmək, onları dəstəkləmək filan. Buna qarşı bir özündən bir başqa bir təsvir, başqa bir əks, başqa bir fotoqraf çəkə bilər özündən. Ona görə və bundan xaricə ki, AKP zaten bu 13 ildə kütlərin oyun almışdı, kütlərin rəyin almaqla hökumət yaratmışdı və hökumət yapmışdı. Onun əsasında ehtiyacı var idi ki, kütlərə önəm versin, çözüm süreci deyərkən, yəni sülh prosesin qabağa aparmağa önəm versin və desin ki, küt, mənə rəy versən, mən sənin məsələləri həll edəcəyəm. Amma bir nöqtəyə yetişdi ki, küt dedi, olsun, sən əllərini arımasın, mənim məsələmi, mənim sorunum, buracan sən çözmüsən, bundan bu yana istəyirəm ki, özüm parti yapan və özüm çözəm. Gəldi, dedi, olsun. Nədən söhbət elədi? Ağay Cumhurbaşkanı, Ağay Erdoğan ki, gərək tərəfsiz qala, düşdü sokak və sokak, caddə və caddə, şəhər və şəhər düşdü HDP'nin karşısında miting yaptı. Nə dedi? Bunlar gəlsələr, o gəlsələr, bunlar əgər barajı çəksələr, elə olacaq, belə olacaqdır. Terör örgütü yaranacaq, sazmanı terör dəstəklənəcək, elə olanız, belə olacaq. Amma və ondan artıq, mesela AKP'nin bir sıra çalışanları, fəalları ayaqlarını ondan daha uzatdılar. Melih Gökçek Ankara'nın belediye başkanıdır, şəhərdarıdır. Bir gecə burada gəlmişdi, fotoğraflar göstərirdi ki, bunlar zərtüştliklər, Allahsızlar, yani aynı mesela İran'da Yali Sadatül Hüseyin, Nohedi filan böyle bir qoftumandan danışırdı. Bunlar zərtüştliklər, Allahsızdılar, bunlara oy versəz Allah'a karşı durmuşdur. Hər halidə vəcətdir. Barajı geçti. Yani bu qeyri-demokratik barajı geçti hər halidə bu parti. Geçəndən sonra nə oldu? Geçəndən sonra nə oldu? İndi bunları gəldi. Doğudan doğrusu PKK operasyon yapırdı. PKK Novruz'un yani Dolmabahçe'den sonra Dolmabahçe anlatmadan sonra təvafukdan sonra aya bir operasyonu var idi, aya ona karşı bir düşüncəsi var idi, ya yok, silahın versin. Silahın versin və bu çözüm sürecini qabağa aparsın. Amma bu arada IŞİD'e saldırı yapmaq əvəzinə PKK'ya başladılar və YPD'ye saldırı yapmaq başladılar. Bunlar nə inədilər? İndi ay Erdoğan, AKP nə yapmaq istəyir? Bir dənə dualitə yapmaq istəyir. Bir dənə dualitə, yəni bir dənə doqanə və qutbiyyət qutbi bəndişödə bir durum istəyir ki, bir tərəfində desin mənəm AKP-yə, Türkiyə mənəm, İslam da mənəm, Türkiyənin ərzi tamamlığı da mənəm. Bir tərəfində də mənim karşımda da terör örgütüdür. Terör örgütü də PKK'de və HDP'de ondandır. Tamam. İcazə buyurun bu bəhsi dayandıraq, bu bəhsi Türkiyəni analiz eləməyə istəmirəm keçək. Bir ləhsə, ay Hidayət. İstəyirəm bunu deyəm ki, bu bölgədə, yəni Xavərmiyanə, Orta Doğu bölgəsində demokrasinin standartları çox yuxarı dəyir. Türkiyə ilə İranın zahirində qətlən fərqlər var, amma bu fərqlər İran və məsələ Fransa həddində deyil. Türkiye biraz demokrasi genişti, ama biraz hər halidə Orta Doğu bölgesinde olan bir ölkədir Türkiye. İntizarımız Türkiye'den
gərək qeyri-vaqei bir intizar olmasın. Tamam. Sizin mən indi qeyd edirəm şeyə, yəni bu təhlil ki siz Türkiyədən verdiniz. Mən bununla o qədər də müvafiq deyiləm, amma bu təhlilin əsasında Türkiyədə nirular eləyə bilirlər, bir-birinin qabağında duralar ya çalışarlar və eyni halda mediaları vardı, səsləri gələr. Amma indi görək qeydək biz İran adlanan məmləkətə görək ki, orada vəzi necədir. Orada bilirik bir hakimiyyət vardı. Siz də dediniz ki, Cumhuri İslaminin tərəfdarları bir demokrasi içində yaşayırlar. Yəni demokrasi əgər varsa İranda fəqət onlar üçündür. O birisilər üçün yoxdur. Mən indi bunların bilirik Cumhur İslaminin məsələn siz Həsən Ruhaniyə rəy vermisiniz. Ona xitabda bir son zamanlarda bir məktubnamə yazmısınız və ondan istəmisiniz ki, bəzi istəkləriniz olubdur. Həsən Ruhani getmiş seçkilərində əgər Türkiyə ilə müqayisə etsək, Azərbaycan şəhərlərinə gəlibdi, orada bir də sözlər veribdi. O cümlədən dedi ki, Urmu gölü mənim siyasətimin əsli payası olacaqdır və dövlət təşkil tapan gündən, birinci günündən Urmu gölünün məsələsi dövlətin məsələsi olacaqdır və bunu həll eləməyə çalışacaqdır. İkincisi ana dil məsələsi, üçüncüsü iqtisad məsələsi, dördüncü məvadlı müxəddir məsələsi Azərbaycanda və çoxlu məsələlər müxtəlif şəhərlərdə qol verdi. Söz verdi ki, bunları icra eləyəcəkdir. Və bunları icra eləməyib bu günəcən. Ya dəyişdiribdi hətta, məsələn, o dediği halətdə. Məsələn, türk dili əvəzinə gətirib də Azərbaycan üçün bir şey, Azərbaycan, yəni o da Azəri bir tərifinə. Mən istərdim indi siz deyəsiniz əvvəl ki, bu islah tələblərin son hərəkatı, yəni Həsən Ruhaninin əgər biz islah tələblərin, farsçı, Cumhuri İslamiçi islah tələblərin son hərəkəti bilsək, bunu necə görürsünüz? Bunların bu hərəkətin Azərbaycanın istəkləri qabağında necə görürsünüz? Söz də veriblər, əməl də eləmirlər. Necə görürsünüz? Baxın, bizim İranda iki sıra demokrasixah nirumuz var, qüvvətimiz var. Bir sıra demokrasixah qüvvətlər doğudan doğrusu demokrasixahdırlar, səmimanə demokrasixahdırlar. Səmimanə demokrasixah, demokrasi istəyən qüvvətlərin arasında siz Azərbaycan məsələsinin haqqında bir düşüncəniz var. Bir sırada demokrasixah adı ilə qüdrət istəyən, qüdrət dağılsızan olan qüvvətlərdirlər, nirulardırlar. Yəni, siz islah tələb niruların arasında bəlkə çox fazla bir kəsimin görürsünüz ki, qüdrət dağılsındadır. Bu qüdrət dağılsında olan nirular məsələsi Azərbaycan deyil, məsələsi demokrasi deyil, məsələsi qüdrətdir. Bu gələcəkdir, təbən elə vədələr versin ki, oy alsın, rəy alsın millətə. Bəli, bu ki, o vədəsini əməl elir ya eləmir, məntiqən bu mənada deyil ki, demokrasixah, demokrasi istəyənlər Azərbaycan haqqında nə cür düşünürlər ya nə cür yapırlar, əməlkərdilər nə mənədir. Siz hökumətin eşiyində olan niruların əməlkərdinə baxmalısınız. Yəni, bu işi Ruhani dedi, mən məsələ Urmu gölünə su çəkdirəcəyəm və çəkdirmədi, buna ilgisi yoxdur ki, demokrasixahlar İranda Azərbaycan haqqında nə cür düşünürlər. Bu işi Həsən Ruhani Azərbaycan haqqında ekonomik sözlər verdi, heç bir ilgisi yoxdur ki, demokrasixahlar nə cür düşünürlər. Ya Fərhəngistan məsələn sözü verdi və Fərhəngistan sizin istəyiniz gibi məsələn qabağa getmədi. Düzdür nə istəyirəm deyəm? Mən bunu amma istəyirəm deyəm ki, bu dövlət buracan Fərhəngistanı Kürdi, zəban və ədəbiyyatı Kürd, Fərhəngistanı Türkiyə, Azərbaycanı və rişteyi ya ədəbiyyatı Türk bölümünün haqqında buracan yaxşı qədəmlər götürübdür. Həsən Ruhani götürübdür. Yaxşı adımlar götürübdür. Yəni siz bir tərəfdə o 8 illik təcrübəyə sahibsiniz ki, Əhmədinəcad zamanında siz eləyənmirdiniz ki, əslən, məsələn, bu etnik kimliklərin haqqından danışasınız. Yəni, hər kim bir etnik kimliyin haqqından danışırdı, istər Azərbaycanda, istər Kürdistanda, istər başqa yerlərdə həbsə gedirdi, zindana gedirdi.
və çox kötü bir siyasətlə hüviyyət tələb kimlik istəyən qüvvətləri bunlar təzyiyə tələbliğə sarı hidayət edirdilər. Yəni bir əmniyyəti bir düşüncə idi. Mən çox neçə dəfə yazdım bu mətləbi ki, hüviyyət tələbi, təzyiyə tələb eləmaqlıq İrana xidmət deyil, İrana xiyanətdir. Baskı yapmaqla, şiddət yapmaqla o işi, o 8 illik əmniyyəti fəzada, Əhmədinəcadın əmniyyəti kabinəsində, əmniyyəti dönəmində üz verirdi bu idi. Yəni, etnik məsələlərin həqqində təzyiyə tələbliğə sarı aparmaq idi. Amma indi biz bir başqa bir siyasətlə üzbəyizik. O da budur ki, deyir, ağa, etnik kimlik, mən səni bağrıma basıram. Gəl içəridə oyna. Gəl bu oyunun içində sən də oyna. Gələm Türkiyə. Türkiyədə siz bir partiyə sahibsiniz. Yəni bir parti var burada, HDP adında ki, deyir, mən gəlirəm, sənin anayasavı qəbul edirəm, bunun içində, bu demokrasinin içində istəyəm oynayam. Oy alam, oynayam, miting verəm və başqa işlər görəm. Əgər İranda da etnik çalışanların, etnik kimliklər çalışanlarının, ya həqlərinin çalışanlarının böyle bir düşüncəsi olar ki, də parti yapar. Və deyək, mən bu demokrasinin məsələn, Azərbaycanda... Mən bunun içində istəyirəm oynayam. Buyurun. Mən oyunun içində istəyirəm oynayam. Amma böyle deyil. Yəni, həmən görürəm. Peyman, yadıma gəlir ki, mən də sizlə Təbrizdə idim. Ya o zamanlar mən də Təbrizdə olan zamanlar Təbrizdə neçə dənə hizb var idi. Bilirəm ki, indi də hələ neçə hizb qurulmağa çalışırlar. Azərbaycanda, Təbrizdə, Ərdəbildə, Zəncanda, Urmiyədə bilirəm ki, neçə hizb qurmağa çalışırlar. Amma elə bu siz dediniz ki, bir qüdrətdir, dövlət, Əhmədinəcad dövlətinə görə çox yaxçıdır. Ondan bir möcüzə görməmişik bu hizblər üçün bir miting verə, bir azadlıq verə. Eyni halda bu son zamanlarda belə bizim fəallarımız tutulublar. Elə bu cür dünənlər Abbas Lisanini tutublar, bilirik milli fəalların dil haqqında, ana dili haqqında, İran qanunu əsası çərçivəsində çalışanların belə çoxu keçən bu Fərvərdin ayından, yəni bayramdan bu günə qədər nə qədəri tutulub da düşüblər zindana. Niyə siz ana dili istəyirsiniz, niyə siz qanunda olan haqlarınızı istəyirsiniz? Bunu siz bəs onda necə görürsünüz? Yəni bu... Kəsin biz təyid eləmirik bu işləri. Yəni, mənim düşüncəm əsasında gərək izin vermək və etnik çalışanlar, etnik kimliklər haqqında çalışanlar gəlsinlər, parti yapsınlar. Yəni, mən arzum budur, diləyim budur ki... Amma bu sizin xiyalınızdır. Yəni, vaqiyyəti siyasidə belə bir şey yoxdur. Siz indi məndən sorursunuz ki, sən nə cür düşünürsən Azərbaycan məsələsi? Yox, deyirəm, nə cür görürsünüz? Sizin şəxsi fikrinizi sormadım. Sizin şəxsi fikrinizi soruşacağım. İndi fəqət soruşuram ki, bu dövlət... Mən sizə cavab verirəm ki, bizlər, yəni demokrasixah, milli demokrasixahların düşüncəsində heç bir sıxıntı yoxdur ki, etnik çalışanlar gəlsinlər, parti yapsınlar və demokrasi oyununa girsinlər. Milli demokrasixahlar kimlərdir? Kimlərdən ibarətdir? Siz özünüzü onlardan bilirsiniz. Milli demokrasixahlar o qüvvətlərdir, müstəqlərini dərc edəcəm. İlkində o diskursun sizə açıqlayacaq. O qüvvətlərdir ki, İranın tüm toprağının tümlüyünün əsasında demokrasi istəyir və bu demokrasında tüm İranlılar üçün istəyir. O şüarla ki, Qarbağı Cəbhə Müşarikətin bir zaman xatircə olsa var idi. İran bəray həmə İraniyan. İran bəray həmə İraniyan, yəni İran tüm İranlılar üçün. Və bu düşüncədə siz bir geniş bir demokrasi ilə tərəfsiniz ki, amma bu geniş bir demokrasi kəsin tamamiyyətə ərziyə, yəni torpaq tümlüyünə, torpaq birliyinə və İranın vəhdətinə, ərzi vəhdətinə vəfadardır, təəhhüdü vardır.
Yəni Kimlərdilər? bu Bunların düşüncədə adlarını buyurarsınız. bunun məsadiqi siz Cəryan Milli Məzhəbidən başlayır, tüm müsəddiqin nirular, milli məzhəbi, Cibhey Milli, Nehzət Azadiyə İran, ərz edeyim xidmətinizə ki, Cibhey Müşarikətin bir teyfi, yəni islah tələblərin bir teyfi. Siz bu niruların arasında bir səmimane demokrasi xahlıq ki, milliliklə, yəni İranın təmamiyyət ərzisinə bağlılıq və ona təəhhüd yapmaqla həmrahdır, onunla bərabər qabağa gedir. Bunu görürsünüz. Yəni bunların indi siz görmüsünüz. Hətta üzr istəyirəm, siz etnik çalışanların sərkubunun və şiddət yapılmasının üzərində məsələn Təbrizdə mən sizə misal verim. Kimlər həmişə himayət ediblər? Kimlər hər zaman hansı nirular gəliblər və demokrasi xah olaraq gəliblər və Azərbaycançıların eşiyindəki nirulardan söhbət edirəm. Kim gəlib dəstəkləyibdir? Kim gəlib bunların həkkindən danışıbdır? Kim gəlibdir, himayət edibdir? Sizin özünüzdən tutun, ta Səid Mətin Quracan, ta çoxlarınacan. Bəyaniyələr var, himayətlər var, hətta ailələrin haqqında himayətlər var. İstəyirəm bunu deyəm ki, bu düşüncə demir ki, Peymanca, lütfən məni və Səid Mətinpuru gətirməyin bunların içinə. Çünki biz Azərbaycan içində bir hərəkət idik və Azərbaycan içindəyik. Amma mən istərdim, məsələn, milli məzhəbilərin Azərbaycan haqlarına görə bir şeyləri olubdur. Məsələn, bir bəyaniyələri olubdur, bir zindani tutulublar, onları məhkum edibdir, Urmu gölünə görə, ana dilinə görə, Azərbaycan iqtisadi, siyasi istəklərinə görə ki, bir belə də namələr yazılıb. Yəni, məsələn, bəzən imzalar yazılıb, 10.000 nəfər imzalayıbdır. Bunlara görə heç bir milli məzhəbilər, ya müsəddiqçilər, ya Nehzət Azadi, ya Cibhey Milli, ya müşarikətin siz dediyiniz qolu hissəsi. Əslən, bunlar bir himayət göstəriblər indiyəcən, əmələn ya yazıda. Tabii, yəni siz bu 15 ildə, 20 ildə mən indi müstəqillər zehnimdə bəlkə olmuyor. Bəli, hər mətləbin, hər konunun əsasında siz görürsünüz ki, bir vakunuş var, bir təpki var bu niruların tərəfindən. Və nöqtəyi əzimət, yəni o der vaqi qalxan yerlərdə ya o nöqtəyi əzimətdə demokrasidir. Yəni deyir, niyə basqınlıq yapırsan, niyə şiddət yapırsan? Bu etirazlar, bu təpkilər həmişə olubdur. Yaxşı? Mən bunu istəyirəm deyəm ki, bir var siz zorla istəyirsiniz ki, yox, bunların Azərbaycanın haqqında düşüncələri çox kötüdür, qeyri-demokratikdir, şiddəti dəstəkləyirlər və istəyirlər ki, bizim dilimizi çevirsinlər, bizim kültürümüzə qarşı dursunlar və yəni böyle düşüncələr ki, Peymancan, bilirəm, icazə buyursanız telefonumuz var, bu telefonu saxlamayaq. Telefonlar ki, içəridən gəlirlər, xüsusən Azərbaycan şəhərlərindən gəlirlər. Bunlar çox mühümdürlər, onların ciblərindən bu ağır xəş getməsin. İcazə buyurun, sizin söhbətinizi mən icazə verin, hərdən bir qət edeyim, telefonlarımızı yayaq. Bir telefonumuz var, icazə buyurun, bunun sualını işlək. Buyurun, alo, buyurun. Alo. Buyurun, əzizim. Mən Rahab bəy, mən danışa bilərəmmi? Buyurun, mən İnsafəli Hidayətəm, qonağımız da Peyman Arifdir, xidmətinizdə yox. Buyurun, siz səssiz eşidilir. Salam əleykum. Salam əleykum. Əleykum, salam. Axşamınız xeyir. Vallahi mən çoxdan da bu Günah TV'yə zəng etmirəm. İndi məcbur oldum danışmağa. Bilirsən, bütün söhbətin başında səmimiyyət durur. Səmimiyyət. Yəni, bütün işin başında bütün söhbətlər inandırmaq üçündür. Bana hiss eləyirəm ki, yəni İranda demokratiya axtarır. Qardaşımız İranda demokratiya axtarır. Xamneyni ölüncən oturacaq orada. Ölüncən, oradan gedən deyil, bizim gedən deyil. İranda Türklər Farslardan çoxdur. Niyə görə? Fars dili dövlət dilidir. Allah yeryüzüne göndermemişten, kitap göndermemişten dil gönderdi. Bu dili bize Allah verip.
Allah yazılıb ki, Allah irqləri və dilləri eşitlə elədi ki, dünya rəngarəng olsun. Bunu Allah verib, Quran gəlməmişdən, İncil gəlməmişdən, Tövrat gəlməmişdən, dil gəlib. Dil müqəddəsdir, Allahın verdiyidir. Nətər sən bunu qadağ eləmirsən? Nə eləyirsiniz, qardaş? Mənim dilimi niyə qadağa qoymuşsunuz İranın? Mən bir kərəm İsrail haqqında bir söhbət olmuşdu. Dedim ki, İsraildə ərəb dili dövlət dilidir. Knessetdə durur ərəb dilində danışır. O tərcümə eləyirlər. 40 milyonlu bir xalq İran məclisində danışa bilər. Türk dilində danışa bilər. O an dilin kəsərlər dayağa. Bu bəstürün, sən Allah. Bu xalqa bu qədər zülüm vermin. Mənim əslim Zəncanlıdır. Cahanşah tayfasındanam. Mən qədər sağ olun. Gecəniz xeyrə qalsın. Təşəkkür edirəm, çox sağ olun. Sağ olun, sağ olun. Peyman bəy, gördüyünüz kimi bu dostumuz Cahanşah tayfasındandır, yəni Azərbaycanlı, türkdür, Zəncanlıdır. Amma indi zahirən belə nəzərə gəlir ləhcəsindən ki, Güney Azərbaycanda yaşamır, bəlkə qaçmağa məcbur olubdur, sizə tay, mənə tay. Oradan canını götürüb qaçıbdı, canın dişinə tutub alıbdı. Bunun bir sualı var. Bu necə bir demokrasi xahlıqdır ki, orada Azərbaycan ana dili haqqında heç bir bəyaniyyə verilməyibdir. Yəni, bu, siz buyurduğunuz milli məzhəbilər, müstəddikçilər, Nehzət-i Azadi, Cibhə-i Milli və Cibhə-i Müşarikətin o, deyək ki, biraz demokrasi xah, demokrasi istəyən qolu belə Azərbaycanın istəkləri haqqında bir rəsmi bəyaniyələr yoxdur. Yəni, siz və mən bilirsiniz, siz də siyasisiz, xüsusən ki, sizin təxəssüsünüz ulum siyasidir. Siz doşura danışdısınız. Siz və mən eləyə bilmərik, faktsız danışaq. Yəni, biz naçarıq deyək ki, məsələn, filan tarixdə, filan muriddə Cibhə-i Milli, ya milli məzhəbi, ya müşarikət, ya hamçısı, Nehzət-i Azadi, hamçısı Azərbaycanlıların tələbləri, istəkləri haqqında filan bəyaniyəni veriblər, ya filan aksiyonu qoyublar, ya xiyabana gəliblər, ya hətta bir dənə evlərində bir miting qoyublar. Siz və mən bilirik ki, məsələn, Cənab Döktür Fərzədinin evində həftədə, ayda bir dəfə, 2 dəfə miting olar, oturarlar, danışarlar. Millətdə qapı açıqdır, gedər. Amma burada Azərbaycan məsələsi heç vaxt mətrəh olmayıb. Bununla belə ki, keçən 20 ildə İran adlanan məmləkətdə etnik məsələsi siz deyirsiniz, onun içində Azərbaycan məsələsi ən başda gələndir. Və hətta eləyə bilib öz terminin islahçıların qudrətsiz böldüyüslə, qudrət tələb bölümünə təhmil eləsin və onlar hətta gəlsin Azərbaycan terminlərin, Azərbaycan sözlərin gətirsinlər siyasətdə gündəmə və danışsınlar, vədə versinlər. Əgərcə icra eləməyiblər buracan. Amma geçsinlər. Mən bunu sizdən, yəni bu dostumuzun sualı sizdən belə olar. Mən biraz uzatdım bu sualı. Belə olar. Bu demokrasi xah nirular niyə Azərbaycan məsələsində və xüsusən ana dilində sakitdirlər və bunu bir ikinci dil ya birinci dil olmaq üçün İranda istəmirlər? Yəni belə bir istəkləri əslən olmayıbdır. Baxın, ay Hidayət, siz özünüz buyurursunuz ki, milli məzhəbi ya Nehzət-i Azadi niyə ya sair milli nirular niyə gəlib bu konuda bir vakuniş, bir təfkir göstərməklər özlərinə? Doğru. Sonra özünüz sözünüzü xırdalısınız. Yəni fikirləyirsiniz ki, bu nə imkanla eləyə bilərdi təfkir göstərsin. Deyirsiniz ki, ağay Fərzədin evində cələsə olaraq, məsələn, bu konuda danışılmır. Yəni, təhcə qudrətin eşiyində olan demokrasi xah nirularının əlində olan imkan nə mənədir? Bir evdə, bir evin içində olaraq bir toplantıdır, bir cələsədir. Siz deyirsiniz, niyə danışım? Yəni, özü sözünüzü xırdalayan zaman deyirsiniz ki, budur. Sizin əlinizdə olan imkan budur. Mən sizə deyirəm, niyə? İttifaqən siz bu konuda tərsə düşünürsünüz. Ağay Məhmud Əli Çehrəqani sali 77-də Bağışlarsınız. Sərabdan bir telefonumuz vardı. Bağışlayın. Sərabdan bir telefonumuz var. İzah buyurun, Sərabı alaq sonra siz sözü yadınızda saxlayın. Bir cümləni deyim sonra gedin ona. Buyurun. Ağay Çehrəqani sali 77-də
Həman Təbrizdə bir milli məzhəbilərinin ev toplantısı bir sünnəti var. Ay Seyrəqani 2 cələsə həman ev cələsələrində danışıbdı. Ondan sonra İrandan çıxıb, ondan sonra da hər zaman başqa Azərbaycançılar danışıblar, tribun verilib bilələrinə. Mən xidmət üstə. Təşəkkür edirəm. Sərabdan telefonumuz vardı. Alo, buyurun. Sərab. Salam. Aleyküm salam qardaş. Aleyküm əssalam. Sağ ol bu bərnaməmdən əzizim mən. Munta bu ağay Peymandır da, bəli. Bəli, Peyman Arif. Ağay Peyman eşidir mənim səsimi, duyur. Bəli, eşidir. Buyurun, xahiş edirəm. Ağay Peyman, sənə salam ərz edirəm. Mən də sizə salam ərz edirəm. Ərz olsun xidmətinə, mən düşünmədim. Sən buyurdun demokrasi, 2 cür demokrasi var. Bir xodu var və qeyri-xodu. Sən lütfən aşkınən sözü o cür deyib getmədinən. Çünki demokrasi, yəni aşmasın sözü bu cür desin, o nəticə verməyəcək. Sən də zəhmət çəkəcəksən, biz də düşünməyəcəyik. Vaxt da tutulacaq, bağışlıyır. Gözümüzdə bir açıqlama yapıram. İslamını deyəsən, Musəvigil, Kəhrubigil xodidir da, neçə il İmamın Beyəstəlah Xumeyninin reis məclisi idi və o nəxust vəziri idi. Xob, bunlar gəldilər, etiraz elədilər, xoduydular, getdi. Biz də ki, qeyri-xoduyuq, ana dilində dil istəyirik. 60 min, 100 min meydan vərzişində çığırırlar, biz ana dilini istəyirik. Yəni, özü bu referendumdur. Sən bu mövriddə heç də demədin, fəqət elə xülasə irədd elədin, nə bilim, milli qəradır, filandır, besaldır. Bizim Azərbaycanlıların müşkülü özümüzük. Bağışla, mən bir misal vırım. Bizim Sərabda, məsələn, məclisdə zatda nəzir verərlər, dədəyə, nəniyə salavat çöğürtürərlər, əlan da var elə. Biri o pul verər, salavat çöğürər, bu pul verər, bağışla, salavat çöğürərlər onun dədəsinə. Sonra biri deyər, baba, ağanın da dədəsi qalıb, axı. Deyər oğlan, sənin dədin o dünyada biz salavatdan ötürü bağırır. Day, mən ayrı cümləsini demirəm, bağır deyir, ayrı cümləsini day demirəm. O birin çox pisdir cümləsi. Sən indi qalıbsan ağanın dədəsinin fikrinə, indi sənin Beyəstəlah bu cür yaymağın, ağah verməyin ona bənzəyir. Biz Farslar azaddır, Farsların dili var. Farslar bizə nənəbazı yamanı deyirlər, arvad-uşaq yamanı deyirlər, onlar da qəşəng pəxş eləyirlər. Sən əvvəl özünü yığışdır, sən Farsla bərabər deyilsən ki, bağışla, bizə eşşəhlik medalı verirlər. Anladım sizin. Bəli. Bu biri, ikincisi, yox, özür deyil, mən Ağay Ruhani 10 il vəzir ittilatıdır. Bu anlamırdı ki, ana dili zindanıdır. İndi bu nədir olacaq, gələcək, bizə işləyəcək. Bunların davaları yemək üstündədir. Əhməd Rəza aparıb yeyib bir cür. Ruhani yeyib bir cür yiyəcəkdir. O birisi Rəfsancanı bir cür yiyəcək ki, oğlu da zindandadır. Amma bir dənə adam ki, yoxsulluq üçün gedir oğurluq eləyib, bahtan yeqeldən onun əlin vururlar. O əlin qıçın kəsirlər. Amma bancın oğlusu gedir, bağışla yine mən vaxtı çox tuttum, gedir, nədir o, Amerikada. Orada keyf eləyir, amma Aftafa Uğurluyanın barmağını kəsirlər. Və bərabərin mən xahiş edirəm ki, siz Türkiyəni, aya Türkiyənin zindanında erkəklərə təcavüz eləyirlər? Aya Türkiyənin zindanında o cür ki sən görürsən, bir dənə qatili Ocalanı saxlayıblar şişədə. Amma burada öldürürlər. Sən onunla bu dövləti demirəm mütləq daha Avropa ilə tutuşturma Türkiyəni.
Türkiyəni İranla tutuştursun, ora domkızların keşverdir, məmləkətdir, hər kəs hər cür istəyir, dolanır. Amma burada sənin yatmağına, otağına da dexalət edirlər. Lütfən insaflıq eləmə, məmnunam bu gəlməyindən, təşəkkür edirəm. Bir də xahiş edirəm, mən çox danışdım, İnsaf Əli bəy. Əgər bəhsiniz var da telefonu açıq qoymayın, çünki dayanmaq bizə zordur. Sağ olun, var olun. Təşəkkür edirəm. Çox bəhs, ciddi bir bəhsdir. Mən fikir edirəm ki, Peymanı biz gərək bir neçə həftə qonaq eləyək, suallara cavab versin. Peyman, sualları eşitdiniz. Mən istədim qabaqki yerdən davam verəsiniz. Mən o Tehriqaninin bəhsində ərz edeyim ki, Tehriqan bəhsinin təşəkkür edirəm. 77-dən olubdu. Bir-iki dəfə gəlib ora, amma milli məzhəbilər buna nə təpki göstəriblər. Hər şeyə bəyaniyyə verirlər. Əraqa görə, nə bilim, Pakistana görə, Daişə görə, nə bilim, eşidə görə, Fulanazada görə. Amma Azərbaycan istəklərinə bir bəyaniyyələri yoxdur. Yəni, mən Dökür Fərzədini misal verdim, bilirsiniz nə qədər bu adama mən hörmətim var. Mən sizə ərz elədim xidmətinizə ki, özünüz o zaman ki, siz xırdaliyəsiz sözü, Təbrizə xırdalamaq deyərik da. Yəni mistaq gətirəsiniz. O zaman ki, özünüz öz sözünüz xırdaliyəsiniz ki, nə təpkisi göstərdiklər, niyə təpki göstərməyiblər? Deyirsiniz ki, bir ev içində bir toplantılar var. Yəni imkanı ki, sizin öz zehninizdə, öz beyninizdə dolanır budur. Müsəddiqi cəryanın Təbrizdə. Özünüz bilirsiniz. Bir sıra ev içində var. Falan da var. Onu misal verdim da. Dedim bəyaniyyə vermirlər. Ərz edeyim. Bir sıra ev içində keçən cələsələrdir, toplantılardır. Orada da tribun verilib də hər haldə. Mən eləyə biləm. Misal gətirəm, başqa Azərbaycançılardan ki, beyqeyr az bəyaniyyədir ya beyqeyr az rəsmi elam mövzuedir. Məsələn, milli məzhəbilər ya hansısı deyək ki, biz himayət edirik. Sali 85-də karikatura qarşı milli məzhəbi cəryanı bəyaniyyə verdi. Mən yadımdadır, CP Milli də bəyaniyyə verdi. Əslən özür deyir. Bəli, bir dənə arizəmiz var. O arizə budur ki, qüdrətsizlik arizəsidir. Yəni, demokrasinin, bəli, bu yoldaşımız buyurdu, mən də təyid edirəm, qəbul edirəm ki, İranda demokrasinin parametrləri Türkiyəyə görə qətən aşağıdadır və İranda qeyri-xodi qüvvətlər ki, demokrasinin dışarısında, eşiyində dururlar, daha çoxdur Türkiyəyə görə. Yəni, burada bir genişlənən demokrasi var, çalışır demokrasinin eşiyində duran qüvvətləri çəksin içəriyə. Orada özəlliklə o 8 ildə Əhməd Nijad dönemində daha çox çalışdılar ki, demokrasinin içində çalışanlar da eşiyə salsınlar. Nə ki, eşikdə duranları içəriyə gəlsinlər. Amma bunu istəyirəm deyəm ki, bir qüvvətsizlik arizəsi var, tribunsuzluq, mediasızlıq və imkansızlıq. O həddə ki, imkan var, sizin Azərbaycançıların mediaları bəlkə milli məzhəblərin mediasından daha fazla ola, daha çox ola. Sizin hər halda bir 24 saatə bir mediaz var burada. Chicago'dan da proqram yayır. Amma o həddidə ki, imkanları olubdur, Azərbaycanın məsələsinin haqqında danışıblar, təpki göstəriblər və Azərbaycanın məsələsinin və kültürel həqlərinin haqqında da danışıblar. Bu ki, yetərlidir ya yetərsizdir, o başqa bir şeydir, başqa bir sözdür. Amma mən bunu istəyirəm deyəm. Siz mənə deyirsiniz ki, milli nirular, demokrasiyxah nirular Azərbaycanın haqqında nə qədər danışıblar? Nə qədər təpki göstərdiklər. Mən sizdən bir soru sorum. Azərbaycançılar və hüviyyət tələblər siyasət ərsəsi Bedebistandır da. Deyərik, Əl-Əliyu var, əldə durar, üzüyü var. Əgər sizin məndən sorunuz budur ki, bu konuda, Azərbaycan konusunda nə qədər bunlar danışıblar, mən də sizdən sorum bu olacaqdır ki, məsələn, Yeşil hərəkətində, Yeşil hərəkət zamanında o zamanki cəmaatın qocasından uşağınacan xiyabanda təhlükədə idi, vururdular, öldürürdülər, adam öldürürdülər Tehranda. O zaman Azərbaycançılar nə təpki göstəriblər?
Okey. Nə Ben buna verir cevap bu veririm ülkəni ama Allah- cevap vermeden evvel ben buna cevap veririm ama Ərz icazə edeyim, buyurun bir bir cümlədə telefonumuz ərz var. edeyim. Baxın, bizim bir demokrasiyxah güftümanımız var, demokrasiyxah diskursumuz var, bir hüviyyət tələb diskursumuz var. Bunun təamülündə gərək danışaq ki, nə vermisən, gərdaşı nə istəyirsən alasan. Sən deyirsən, mənim həkkimdən difa eləmirsən, ya yetərli qədər həkkimdən difa eləmirsən, mən deyirəm, olsun. Sən mənim həkkimdən nə qədər difa edirsən. Tamam. İcazə buyurun bir telefon alaq, bir telefonu alaq sonra danışaq. O zaman ki Tehranda, İsfahanda, Məşhəddə, Şirazda, İranın başqa-başqa şəhərlərində və hətta salı 88-in xurdadının 25-də Təbrizin özündə adam öldürürdülər, vururdular, döyürdülər, cəmaatın arvad uşağına da rəhm eləmirdilər. O zamanı ki, sən gəldin, oturdun, dedin ki, bizə rəbti olan bir şey deyil, bizə əlaqəsi olan, ilgisi olan bir şey deyil. Yəni, sən ki, burada deyirəm, geniş bir səndir, ha? Sizi xitab eləmirəm. Bizə əlaqəsi olan bir şey deyil, bir konu deyil. Bu fasların içində keçən bir konudur, bizə əlaqəsi yoxdur. Biz gərək bu yanda oturaq və hökumətlə işimiz olmasın. O zaman nə cür intizarın ola bilər, nə cür bu bəşləntin ola bilər ki, deyəsən, niyə mənim həkkimdən difa eləmirsən? Oldu. Tamam. İcazə buyurun bunları danışarıq. İcazə buyurun bir telefonunuz var. Onu alaq. Alo buyurun. Alo, salam aleyküm. Salam aleyküm qardaş, xoş gördük. Ay, salam aleyküm Mustafa Əli bəy, salam aleyküm sizə, sizin qonağınıza Arif bəy. Hər halda belə başa düşdüm ki, Arifdir də onun adı hər halda. Famili Arifdir, bəli. Ay, sağ ol. Mən bir dənə replika deyəcəm, sonra da bu Arif bəyə bir dənə sual verəcəm. Görüm onun fikri nədir? Bunun fikrini öyrənmək istəyirəm, mənim bu qardaşıma. Mənim bir dənə replika deməyim ondan ibarətdir ki, biz Azərbaycan türklər elə bir dövlətlər yaradıblar ki, ay Arif bəy, ay mənim əziz qardaşım, dünyada elə dövlət olmuyor. Biri Çingiz dövlətidir, biri Osmanlıdır, biri də ki bizim Səfəvilərdir. Dünyada belə dövlət, belə edisyen, elə dövlət olub ki, belə dövlətlər dünyada olmayıb. Ona görə bu dövlətləri aradan aparıblar, Avropa silah gücü ilə aradan aparıblar. Hansı ki, elə bir dövlətlər türklər yaradıblar ki, göydən quş uçmağa sahməyə də belə qılınc oynadırdılar. Yaponiyadan Köln şəhərinə qədər Almaniyanın demək olar ki, elə bir dövlətlər Çin, Tatar dövləti deyərlər ona və yaxud da Osmanlı dövləti, Afrika, bir tərəf Avropa və yaxud da Səfəvilər, hər nəysə sözüm nəyə gəlir. Mənim əziz qardaşıma demək istəyirəm ki, Avropanın silahlarının köməyi ilə bir-iki dənə dövlət, bir-iki dənə imperiya Türk dövlətləri apardılar, bəli. 100 dənə xırlarla bizim indiki Səfəvi Qazaq dövlətinə fırlarla, siyasətlə faslar gəldi hakimiyyət başına gəldi. Hansı ki o dövləti yaradan biz Türklər, Azərbaycanlılar, fərqi yoxdur, Azərbaycan Türk. Bugün belə bir vəziyyətdir ki, öz kimliyimizi, mənliyimizi bilmirik, aradan aparırlar. Bütün tariximizi, ədəbiyyatımızı, kitabımızı, dəftərimizi aradan aparırlar. Bunun axırı nə oldu Arif bəy? Bir de görün bu millət, bu 40 milyon millət bu farsların əlindən qutara biləcək, yoxsa yox. Yoxsa bir stafırçılıq qalacaq bizim millətin üstündə. Hansı ki, Quzey Azərbaycan azaddır. Quzey Azərbaycana kömək lazımdır. Quzey Azərbaycanın birləşməsin. Böyük bir dövlət olmasın. Türk qardaşlarımdan birləşməsin. Qaldı Türkistan, orada 6-7 milyon Kürt Farsların əli ilə, İran dövlətinin əli ilə Türklərin başına bəla olub. Orada 1 milyon, 2 milyon erməni Farsların əli ilə Quzey Azərbaycanlı, Azərbaycanlıların başlarına bəla olub. Siz onu bilirsiniz ki, bir nömrəli Türk'ün düşmanı elə Farsdır. Mən deməyim odur ki, Arif bəy deməyim odur ki, bizim canımız bu Farslardan qutaracaq, ayrılacaq bir gözəl bir dövlət. Yaradışdır ki, yoxsa yox. Uğurlar, sağ-salamat, sizə uğurlar. Mənə bağışlayın, hələlik. Çox sağ olun, təşəkkür edirəm. Dostumuzun sualını eşitdiniz. Mən istərdim ki, sizin o soruza qeydəm. Çünki mən istəyirəm çox bunu bir dialoq eləyək. Hətta nə deyirlər, bəlkə bu gələn həftələrdə eləyə bilsək, görsək, həll olmadı bu günləri. 2 nəfərə bir münazirə eləyək əslində. Görək ki, hara gedir. Mənim nəzərimə belə. Amma baxın, siz o zaman ki, gəlirsiniz Azərbaycan hərəkatın, istəyirsiniz ki, milli məzhəbilərlə ya o birisi demokrasiyxah siz buyurduğunuz qruplarla
bərabər qoyasınız. Mənim nəzərimdən elə bir ki, istəyirsiniz Amerikada ya Afrikada o zaman ki totaliter rejim orada nəcatpərəst Afrikaya Cənubidə hakim idi. İstəyəsiniz gələsiniz. Güya ki bir ayrı telefonumuz vardı. İcazə buyurun. Bir ayrı telefonda Allah Almandan buyurun. Selam. Salam aleyküm buyurun. Bilmiyorsunuz ben Mehran Ağay Mehran Peyman. yadından çıktı biz köməkli. Peyman Arif. Bəli, Arif Peyman. Arif Peymanı elbette aşinadı bize. O yazıları Qaleyhələ ki o zaman yazardı. Bunlar hamısı Bakıdan gəliblər, Təbrizdiler. Ne bileyim Türkiye'den pul alıblar, ne bileyim. Şahtiyer'de o zaman bunlar hamısı Moskvadan gəliblər. Bizim Arif'in de zaten. Arif Bey, ben çox xoş gəlibsən bizim bu günaza. Ümid edirəm ki, gələcəklərdə çox gələsiniz. Mən belə zadım, siz özünüz zirəhliyə vurubsuz ya mesela o farslar demişkən kuçəli çəpə vurubsuz. Bunu siz mənə deyiz görüb. Bu məmləkətdə o dedi bir dənə şəhri gəlib uğrayıb aparıblar, siz hələ bir dənə qazan gəzirsiniz. Bu məmləkətdə Türklərin haqqı paymalı olmuyor. Siz hələ deyirsiniz filan gəldi, filan kəs, bəli, filan məclisdə dedi. Niyə budur kiçik satlardan danışıyorsunuz? Azərbaycan danışın dostum. Elə də 20-25 Siz milyon, mənə buyurun. 10 milyon, 2 milyon. Orada 100 ildir ki asimiliyələr, orada hər dillə, hər nəməni ilə asimiliyələr, siz gəlib oturubsuz, burada elə kiçik sözləri burada günazda mənə danışıyorsunuz. Sizə qulaq asayım, bir aləm sizə adam qulaq asayım burada. Lütfən bir məsələni səviyyə ilə və o sözlərinizi, fikirlərinizi açıq danışın. Nə bilim nə bilim bu təşkilat gəldi belə dedi, o təşkilat belə gəldi dedi. Xub Azərbaycan İranın bütövlüyünü istəyəcək. Əgərlərin haqqımızı istəyirsiniz. Deyin İran bütöv qal elə Azərbaycanlıların haqqını ver. Azərbaycanlıların haqqı bir dənə farsça olsun. İranda bütöv qalsın. Siz niyə məsələni çəkirsiniz o tərəf bu tərəfə bir yolları elə bilirsiniz? Əziz dostum, ən özürdür. Yəni İranın bütünlüyünün çarçubasında Azərbaycanlı, Kürd, Fars, bilmirəm ki, Xurasanlı, Bəluchistan, hamının haqqı verilməlidir. Bu millətin haqqını versinlər. Siz bundan danışın. Ərz edirəm. Hamının haqqı demokratik İranda verilməlidir. Azərbaycanlının haqqı demokratik İranda, demokratik İranda bizim başımız üstündə. Verilməli nə mənədir? Yəni gərək verilsin. Gərək verilsin. Bunu başqa ya niyə sözü özlə buruşdurursa o tərəf bu tərəfə bəli belə oldu, belə oldu. Burada bir millətin həyatı, kimliyi, torpağı, dili hər nə mənə xətərdədir. Aradan gedirsən, boş deyirsən mənə, bəli, filan gəz, nəsə dağladı var, nə mənə var, nə mənə var. İran millətinin kimliyi xətərdədir, təhlükədədir. Məsələləri boş deyirəm. Bizim burada dərdimiz ayrıdır, ağay Bakı Mehrbək. Bizim dərdimiz böyük bir dərd ki, orada gəlib, burada kiçik danışıyorsunuz, bəli, filan yerdə çıxsaydılar, filan olardı, demokrati olsaydı. Yaxşı, İran'ı isteyirik. İran da sizin. Ondan yaşasın sizin. Bəli, o millətin haqqını verir, sizə əqəllər. Millətin əqəllər dilin qədağını eləməsinlər. Kim sizin haqqınızı vermir, dostum? Mən sizdən sual soracağım. Abbas Rıza'nın niyə zindandadır? Cavab verin. Sizin fərmanışınız qutulsun, mən cavab verim. Yox, elə əlan cavab verirsiniz. İstəyəm, mən o sözümü idama verəm. Sizin fərmanışınız qutulsun, mən yazıram sizin suallarınızı. Siz lütfen suallarınızı soruşun, mən suallarınıza cavab alayım. Səfər bağışlayın. Zahirən dostumuz telefonları kəsildi və cavab gözləyirlər. Buyurun. Yoldaşımız, əzizimiz deyir ki, İranın bütünlüğünün səviyyəsində, yəni İranın ərzi bütünlüğünün qəbul edilənkən biz istirik ki, həqqimizi alaq. Mən sual soruşuram, sizin haqqınız nədir? Mənə cavab verəcək ehtimalən ki, kültürel haqqım var, dil haqqım var. Deyir, 20 milyon dil sahibi olanın haqqını istəyirəm. Mən deyirəm, qardaşım, əzizim, sən bir demokratik İranda kəsin öz dilinin haqqını almalısan və öz dilinin haqqı verilməlidir və gərək verilsin. Demokrasi ilə və demokratik İranla və qeyri-demokratik İranın fərqi bundadır, əz cümlə. Ki, demokratik İranda etnik kimliklərin haqqı, kültürel və dil haqqları veriləcək. Yəni, gərək verilsin. Amma əgər bu kültürel haqq bir bəhanədir İranın parçalanmasına, onda oyun fərqlidir.
Onda demokrasi nə cür edir? Demokrasi nə deyir burada? Elə bu məsələdir. Mən istiqlalçıyam, Azərbaycanın istiqlalını istəyirəm. Bu televizyon da istiqlalçıdır, Azərbaycan istiqlalını istəyir. Siz mütəqid olan demokrasi xah bir insan, demokrasi tələb və demokrat nirular, siz yəni yandıqlarınız. Burada nə deyirlər? Mənim haqqım vardı bu demokrasida İngilistan kimi yəni təcziyə tələblik, ayrılıq istəməklik bir tərəfdə və demokrasi istəməklik də bir tərəfdə. Yox. Sizin mən bunu siz bir şey. Siz deyirsiniz, mən təcziyə tələb olaraq sən mənə nə cür düşünürsən? Peymanca, istəyirəm bunu sizdən soruşam. Yəni bu dostlarımızın, bəlkə hamımızın bizim fikrimizi dəyişdirək. Siz bir demokrasi tələb özünüzü bilirsiniz ya yox? Əvvəl bunu bilək. Kəsin. Okey, kəsin siz özünüzü demokrasi tələb bilirsiniz. İndiki demokrasi tələb bilirsiniz ya demokrasi xahsız, sizin demokrasizdə İngilistanda İskotləndilər təcziyə tələbliq edirdilər. Getdilər, rəy verdilər, almadılar. Sizin demokrasizlikdə bu Azərbaycanlıların haqqı təyin sərnişin ya referendumları vardı ki, İrandan ayrılmağa ya yox. Yəni demokrasizmin bu qədər toleransı var ya yoxsa demokrasiz buraya yetişəndə olur diktatori. Mən sizə bunu bir açıqlayayım. Baxın, haqqı təyin sərnişin hüquq beynülmilal termidir. Yəni belə deyil ki, çox belə bəsit bir durumda bunu istifadə eləmək olsun, kullanmaq olsun. Nə məniyə gedir haqqı təyin sərnişin ya self-determination təbiri İngiliscə. Self-determination qeydir zənci əvvəli beynülmilələ, yəni birinci savaşa, uluslararası savaşa və ondan sonra Woodrow Wilson Amerikanın o zamanki Cumhurbaşqanının termidir bu. Nə deyir? Deyir ki, istimar zamanı qutuldu, yəni Cami-i Milal yapılan zamanın termidir. Bir istimar zamanı qutuldu və bundan bu yana dövlətsiz millətlər ki, istimar altındadılar, bunların gərək bu həqlərin sayğılamaq və rəsmiyyətə tanımaq ki, bunlar eləyə bilsinlər, özləri gəlsinlər, öz sərnişinlərini təyin eləsinlər. Yəni, məsələn, Zəngi əvvəl qutulubdur, Ərağı gəlibdir, İngilistan alıbdır, Suriyəni gəlib, Fransa alıbdır, Afrika bölünübdür, Belçik, Fransa, İngilistan, onun bunun arasında deyir ki, bu millətlər dövlətsiz millətdirlər, istimar, zədə millətlərdirlər. Bu dövlətsiz millətlərə gərək bu haqqı vermək ki, gəlsinlər öz həqlərin və öz sərnişinlərin, öz təqdirlərin təyin eləsinlər. İndi gələk İrana. İranda sizin haqqı təyin sərnişin bəhsiz aya görək yerir ya yerimir. Əgər İranda bir işğali bir ölkə olsaydı Azərbaycan ki, məsələn, İran gəlibdi, onu alıbdı. Ki, bəzən mən əsəf ki, bu cür, yəni sizin medialarınızdan, yəni Azərbaycancıların mediaları, ya siz dediyiniz kimi təcziyə tələb, ayrılıq istəyən medialardan bu cür adam düşünür, ya bu cür hiss edir ki, bunlar Azərbaycan haqqında elə bu cür düşünürlər ki, bir işğali bir ölkədir. Yəni elə bir İran ordu çəkib oranı alıbdır. 1325-də belə olubdur. 1325-də İran ordusu gəlməmişdən qabaq firqə qaçan zaman arazi atlayan zaman ordudan qabaq İranın ordusu Təbrizə yetişməmişdən qabaq Təbrizin öz cəmaatı göstərdilər. Bunlar müstənədat tarixidir. Zəncanın öz cəmaatı təfkir göstərdilər. Təbrizin öz cəmaatı edam niyə olubdur? Bəs əgər o cürdürsə niyə bəs belə adam edam olubdur? Saat qabağında ordu yetişməmişdən qabaq Təbrizin öz cəmaatı firqənin dəftərini alıbdı, sındırıbdı, ota çəkibdi. Siz bu cür düşünməyin ki, orada bir milli devlət var imiş ki, İran ordusu gəlibdi, onu məsələn nizamı bir səviyyədə alıbdı. İcazə buyurun, bir dənə ayrı telefonumuz var. Bunu alaq Rəuf bəydən mən xahiş edeyim, telefonları bağlamasın bir müddət. Çünki bəhslər Rəuf bəy çox yarımçılıq qalır, telefonlar gəlirlər. Nə Arif bəy fikrini deyə bilir, nə mən eləyə bilirəm bu bəhsə girəm. Dostlarımızın telefonları yarımçılıq qalır. O dostumuzun icazə buyurun, bu Stokholmdan bir telefonumuz var. Alo, buyurun. İsəfəli bəy, salam olsun qonağınıza. Aleyküm selam, sağ ol. Arif bəy,
Deyirsən, insanda bir az qonaqsan, amma biz sənin danışıqlarına bizi narahat edir. Adamda bizə vicdan olsun da. Bağışlayın, qonaq ayda adam bəzi sözlər istəməm danışam hörmət üstündə. Biz də insaflı danışaq. Bax, mən bir də sözlər burada yaddaş eləmişəm. Amma üçün axirin sözləri mənim, sən geçinən şahın nənəsi, o Besavad, İngilistanın eşəklərini, atlarını təmizləyən Rıza Şahın ayvarının xatirələrini oxucuna, xatirat-ı Tazılmuluk, Ayrımlu. Sən onu oxu, orada Quvamlı Səltənə ilə nənəsi deyir, ya mən deməyəm. Bizə bir insanda, bizə vüzdan olsun. Onun nənəsi deyir ki, Quvamlı Səltənə şah istəyir, gedə təbizə, o qətlamdan sonra. Deyir Quvamlı Səltənə deyir, şah, biz Azərbaycan xalqın qətlamı eləmişəm. Sən necə zürət eləsən getsən oraya? Sən indi gəlmişsən burada, bir belə insanın gözünün qabağında deyirsən, yox, Azər Təbrizin adamı özü xalq. Vaxtı ki, hakimiyyət gəlib doya, orada bir də təbiyyədən ərazili obaş, bir də lumpen. Alo. Buyurun, səsiz gəlir. Bir də ərazili obaş, lumpen. Sən mənə hər zaman deyirsən, elə mən sənə söylədim, isbətin özündə də sən mənə o cürədən tapdın, cəmaatı qətl edəyəm. Mühümü dədir. Vaxtı ki, ərtəş İngilisi köməklə həmlə edir Təbrizə və orada bir də ərazili obaş 5-10 nəfər öldü. Sən bunu atırsan, xalq Təbrizin boyunda. Dostum, sən gələ savadlar ama ben sana bir də vicdanın olsun axı. Niyə dostum, Məhəmməd Rıza Pəhləvi ha vaxt gedir Təbrizə? 21 Azər 21 Azər 25-dən sonra hansı vaxt gedir Bir Təbrizə? dəqiqə, Arif, bir dəqiqə səbirlik o. 1326-nın baharında bir soru mən sorub. Siz yəni büzür düşünürsünüz ki, Məhəmməd Rıza Pəhləvi 5 ay 21 Azər 25-dən sonra 1326-nın baharında Təbrizə o durumda gedibdir ki, qətliam onunla 5 ay qabaq qətliam eləyibdir. 5 ay ondan sonra qətliam 5 ay qətliamdan sonra cürət eləyib gəlsin Təbrizə və istiqballa da üzbəyiz olubdur. Üzr düşünsün. İstəsən Facebook'un vecina onu yollayın bile yani onu yazdı. Burada bir söhbət olur. Azərbaycan mərdumunu qətliam eləyəndən sonra şah istəyir o ya Təbrizə. Sən ki oxu da, mən sənə yalan danışmıyorum ki. Mən sənə kitab vereyim. Kitabın adı Xatirat-ı Tazılmuluk. Ayrımdır. Gəl o düzünləmlə danışırlar. Deyirlər ki, şah istəyir o ya, cəmaatı ki, izad eləyir. Bir yəni cəmaatı sadəcə stabil olar, yəni sabit olar, yəni aram olar. Amma şahın öz nənəsi deyir ki, biz onlara qətliam eləmişik. Sən getmə, səni öldürərlər, xəta olar. Sən bunu mən səndən bəhsə geçməyəm ki. Sən geçən o kitabı oxucuna. Gedir Təbrizə nə olur? Öldürürlər. Təbrizin cəmaat bir təfkir göstərir şaha. Yox, şah Quvamlı Səltənə ona deyir. Quvamlı Səltənə deyir, qadan alın bax, gözləri. Quvamlı Səltənə. Mən kitabları oxuyam, mən özümdən deməyəm ki, özünə deyir ki, sən geçsəyə biz bu milləti qətliam eləmişik. Bax, Türk dilinin bazar düşsən yox. Biz bunu qətliam eləmişik. Sən geçsə səni öldürəcəklər. Xəta edir. Qardaşım, dostum, soykırımın qətliamın ya Kırımın bir mənası var hüquq beynül. İnqilabdan sonra Hizb-i Peyman, icazə buyurun qonaqlar telefonlarımız soruşsunlar suallarını, sonra biz bəhs edəcək. Bir dənə də sən bax, sən elə həmən, bax sən bunu qəbul eləmirsən ki, rasist Fərhəng Fas kəsbisindən tutub qulaq as. Sən əvvələn qonaqsan. Qulaq as, mən sənə zərbdə suallarımı soruşub cavab ver. Niyə sən məndən gəlsən bəhsə? Buyurun. Siz suallarınızı soruşun, sonra mən Peymandan soruşaram. Ay sağ ol, bax. Bu mənim nahaq danışaq, bax. Bu, mən deyəm ki, mən sənə kitab adresi verəm biləsinə. Ged oxu, məndən bir bəhs et. Doğrudur. Buyurun. Bu bir dənə fanatizmdir bu. Qulaq as, kimdirsiz? Sən tabii Türkiye ile uğradık. O yüzden de vicdansızlık, insafsızlık, pis olmasın, insafsızlıktır. Türkiye ile İran'ın demokrasisini sen o müqayisə etmə. Sonra sen deyirsən biz və siz. Sən məcə eyməni, sən məcə sən kafirsən, sən Azərbaycanlısan. Necə yəni biz yəsiz? Necə yəni biz? Sən bilmirsən ki, rasizm Fərhəng Farsdan nahadini olubdur, lumpanizmindən tutdu, ruhanisi, xatamını, şeyini, soşanı qulaq asın, Həzrəti Məhəmmədi zad edibdir. Daha bağışda mən işte
əsəbləşdiyində qonaqsan da axıda nə deyim daha da. Xuda. Sağ olun, sağ olun. Yox, ədəbi müraciət eləyək həm televizyonda, həm qonağımıza görə ədəbli olmalıyıq çox. Buyurun, sualınızı soruşun. Alo. Zahirən belə nəzərə gəlir ki, telefon kəsildi dostumuzdan. Alo, buyurun, buyurun. İnsaf Əli bəy, salam. Əgər mümkün olsa, Bəli, Seyman bəy Arif o suallara qısa və nə deyərlər, müfid. Yəni kəlmələrlə oynamaqdansa, həqiqət təyin sərdimişdi gətirib bir nəfərin sözünə bağlamaqdansa, onun cavabını versin. Əgər vaxt varsa, mənim 3-4 tane sualım var, bir danışa bilərik birlikdə. 3-4 tane dəqiq sualım var. Bu bizim televizyonun göstərinin haqqında bir sözlər deyir ki, məlum ki, ya əslən baxmırmış yaşlılar zamanı bu bir televizyona, ya da ki, baxırmışsa, ya bilmirəm, niyə bu sözlər deyir, niyə insafsızlıq edir. Doğrudur. Ona görə mən o suallarınız və o suallara fikrini görsəyim, ondan sonra mənim 3-4 tane sualım var, dəqiq özü qısa. Lazım uzadaq bu əndiyana. Bəxti ki, Peymanı Arif deyir ki, millətin haqqı verilməlidir. Mən istəyirəm, bu haqq nədir? Haqq nədir? Demokrasi deyir özünü, bunlar bir demokrat qüvvələr, bu demokrat qüvvə olmaq üçün hansı şərtlər qəbul olunmalıdır? Aya biz hər kəs ki deyir, mən demokratam, onu biz demokrat qəbul eləməliyik. Yoxsa onun əməlindən görməliyik ki, demokrat. Mən müşəxəs suallarım vardı. Tarixi dərslərə də keçə bilər, qisməsi ayrı bir zaman, kəlmələrlə də oynaya bilər, qisməsi ayrı bir zaman. Amma mən istəyirəm ki, qısa və müfid, açıq, aydın söhbət olunsun və sevinirəm ki, Arif gəlibdir bu televizyona. Çünki Seyman Arif kimi görmürük onu. Seyman Arif bir fikrin üzvlərindən biridir. Öz fikri biz istəyirik millət tanısın. Mən istəyirəm ki, Təbrizin milləti bilsin ki, bu fikir nədir? Buyurun, nə vaxt hazır oldunuz, mən suallarına başlayayım. Təşəkkür edirəm. İstəyirsiniz sualları indi buyurasınız, yoxsa istəyirsiniz birazdan sonra zəng edəsiniz? Sözünü qutarsın, yadından çıxar birdən. Oldu, yox, mən də yazaram. O da olsun, qalsın. Baxın, bir dənə tamaşasımız dedi ki, Şahın anası Hacırmülük ayrımlı kitabında yazıb ki, devam dedi ki, getmə ora. Biz orada qətlam eləmişik. Seyman deyir ki, Nəsil Qoşunun mənası budur. O kitabda Nəsil Qoşudan getmişsiniz. O deyir, qətlam eləmişik. Yəni, genocide olur Nəsil Qoşu, qətlam olur massacre İngilizcədə. Lütfen kəlmələrlə oynamaq yerinə ya fikrinizi deyin, ya da istəmirsiniz ona danışarsınız, narahatsınız. Bəlkə məsələn, xeyrinizə deyil, danışın, keçin o birisine. Buyurun. Tamam, teşekkür ederim. Ben ne konuda indi danışım, dostum, əziz dostum. Nə konuda istəyirsiniz mən danışım? O həqiqətən sən icazə buyurun. Arif bəy. Arif, əgər icazə buyursaz, gedək şeyə, biz başlayaq. O suallar ki, buradan oldu, onları cavablayaq. Sonra gələk, yetişək bu dostumuz Əhməd bəy Obalı gəlsin və bir bəhsə girək. 3 nəfər bir bəhs olacaq zahirən, davamı. İndi, siz bu suallar ki, oldu bunlara görə. Elə istəyirsiniz, axirdən başlayaq. Bu adam ki, Stokholmdan dostumuz zəng elədilər, dedilər ki, ayrımdır, yəni bu Tacirmülük ayrımdır. Kitabı son zamanlarda internetdə də downloadu müftədir, qoyulubdur. Mən də download eləmişəm, oxuyam, hələ oxumamışam. Amma burada o cür dostumuz dedi və oxudu kitabın üstündən. Deyirlər ki, Azərbaycanın 1325-də, 26-da 1945-46 beləsi olacaqdı, 24-25. O tarixində işğal olubdur və bu işğalda onlar min, 25 minəcən yazılıbdır ki, sənədlərdə adam öldürülübdür. İndi təbliğat Rza Şah, Məmməd Rza dövrəsində təbliğat bunu nə cür göstəribdi, bizlərə nə cür danışıqlarda deyiblər. Bu ayrı. Bəli, Şahın nənəsi, Rza Şahın arvadı, Məmməd Rza'nın nənəsi Tacirmülük kitabında yazır, xatirələrində yazır ki, burada qətl am olubdur. Bu dostumuz deyir ki, siz buna görə nəzəriniz nədir? Yəni, tarixi belə bir faşlı qəbul edirsiniz, yoxsa genosidə keçsək, genosidin də mənasında lazım deyir ki, hətmən millətin hamısı ölsün. Bəlkə bir tədad adam döyüləndə genosid hesab olur. Buyurun. Ərz edeyim, mən
Əgər bir telefon almayacaqsınız, bir 5 dəqiqə zaman verin. Bəli, bəli. Davam edin. Bunları bəhs eləyək, sonra telefonumuz gələcək. Əziz dostum, mən sizə ərz elədim. Qətl-am ya genosid ya soykırım, bunun mənası vardı. İnqilabdan sonra, devrimdən sonra bilirsiniz, Firqeyi Demokratın 9-cu konqresində rəy verilir Hizb-i Tudə ilə etilafı. Hizb-i Tudə devrimdən sonra kitab çıxardıbdı, vardı. Təbrizin bazarında da var ittifaqə. Mən Təbrizdən almışdım. List eləyibdi. Vətən yolunda şəhidlər adında bir 2 cildlik kitabdır, list eləyibdi. Tedadı ki, list eləyibdi 300 nəfərdir. Siz əgər 300 nəfərin adını siz qoyasınız, qətl-am, bu o ayrı bir şeydir. Bəli, mən bunları demək sizə Arif bəy. Adi ilə, sani ilə, İnsaf Əli bəy, əzizim. Arif bəy, bizim baxın, mən də bunu elə sizə istəyirəm deyəm. Buna görə mən hətta bir tez istirdim, dostların birinin istirdik bunu işləyək. Həmin Firqeyi Demokrati Azərbaycan Bakıya getdilər, orada dəftərləri var, hələ də vardı. Orada 25.000 nəfərin adı, bəzilərinin şəkilləri, dədələrinin adı, nənələrinin adı, ölüm yerləri, ölüm tarixləri, nədən ötürü öldürülüblər. Onların adı listəsi var. Bəlkə Siberiya öldürənləri də siz izafə edirsiniz. Bəlkə Siberiya gedib, arazi aşıb, ondan sonra Mirzəfər Bağırov siyasət dəyişilib, bunlar Siberiya göndərənləri də izafə edirsiniz. Xeyr, İranda, oracan ki... Xeyr, biz onlardan danışıram. Mən indi burada sizinlə danışıram. Onlardan danışırıq ki, bunlar Azərbaycan, Güney Azərbaycan torpaqlarında o tərəfə getməmişdən qətl olunublar. Arazın güneyində. Bəli, Anazın güneyində, yəni bugün İrana adlanan torpaqlarda qətl-am olanlardan. Amma qətl-amın mənası siz üçün dediniz, mən istəyirəm sizə oxuyam. Genocide Google-də belə tərif edir. İngilis dilində lüğətnamədir, səsi də var. İstəsəz vururam, səsi də gələr. The deliberate killing of a large group of people, especially those of a particular ethnic group or nation. Bir çoxlu adamı say vermir. A large group. Bəli, çoxlu adamın ölümünə səbəb olursa, bir ayrı yerdə Sazman-ı Millənin tərifində deyir ki, genocide, cultural genocide'dan da ad gedir. Orada da deyir o adamlar ki, transfer olublar bir ayrı fərhəngə. Transfer bu olur ki, məsələn, yol elə bir çönür də, adamlar yox, maşınla aparmırsan. Bəlkə yol çönür. Yolu çöndəriblər. Türk dilindən, fars dilindən bu da Sazman-ı Millənin şeyində transfer genocide hesab olur. Bu da bir şeydir. Amma bu şeydən keçək. Yəni indi bura gələndə görürük. Buna bir cavab verim, bir qısa bir cavab verimsə, baxın, o transfer olmaq ki siz deyirsiniz, o zaman olar ki, siz bir etnik bir qrupda onun gəlib dilin yasaqlayasınız. Onun gəlib kültürün yasaqlayasınız. Yəni nə mənə? Yəni o durum ki, Türkiyədə, məsələn, Kürdlərin, Kormancı Kürdlərin haqqında 15 il, 10 il bundan qabaqacan var idi. Onun kimliyin danasız, onun dilin yasaqlayasız. İranda heç zaman xoşbəxtanə, çox sevinirəm bunu deyən. Azərbaycan şərqi, Azərbaycana ustandar gəlibdi. Böyle bir şey olmayıbdı. Arifcan, tarixi faktlara baxsaq, Arifcan, tarixi faktlara baxsaq, Azərbaycana, o zaman Azərbaycan 2 dənə idi. Azərbaycan adı var idi üstündə. Orada bir amuzüş pərvərişə müdür qoyurlar. Təbrizdə gəlir deyir ki, hər kəs farsı danışsa axıra bağlayın. Yəni eşkək axırına. Sonra bir ruznamə çıxardılar, adı Hezb-i Xəran. Yaxçı. Ondan sonra, yəni bunları siz də eşitmişsiniz, mən də eşitmişəm. Bunlara ehtiyac yoxdur, inkar eləyək. Bir dili ki danışmırlar. Onun mədrəsəsi olmayan. Bir dəqiqə. Heç bir demokrat bir insan bu işləri sayğılamaz. Arif, bir dəqiqə. O dili ki ona hörmət qoyulmur, rəsmi dil deyil, idari dil deyil, mədrəsədə dərs oxunmur. Fəqət deyirlər, evinizdə bunu danışa bilərsən. İdarə dili deyil, elmi dili deyil. Bu dil nəcür olar qadağan olmaz? Siz bunu mənə deyin. Kürdlərə bəyə evlərində Türkiyədə deyirlər, Kürdü danışmayın. Ya məsələn şeyləri yox idi, məsciddə, mənbərdə yoxlar idi. Niyə orada olur? Yox, məsciddə, mənbərdə yoxlar idi. Evlərində
yəni özəl yaşayışlarında danışa bilirdilər. O heç, yəni bir kimsə heç bir kimsənin dörd divarına girə bilməz ki, yəni dövlətin hər nə qədər də gücü olar, nə qədər də bir totaliter olar, ona girə bilməyəcək. Onu da yaptırdığı üçün eləyə bilmirdi. Amma onun başqası idarədə, minbərdə, məsciddə, mədrəsədə, hər yerdə bu iş yapılırdı. Amma Təbrizdə, Azərbaycanda siz heç zaman belə bir şeyə şahid deyilsiniz ki, xeyr, ittifaqən baxın. Siz elə Təbrizin idarəsində türkçə danışmısınız, cavab verməyiblər biləcə. Baxın, sizin idari deyil, Təbrizdə mədrəsəyə getmişəm. Təbrizdə mədrəsədə biz türkçə danışırsan. Arifcan, sən bir döktürsən. Bir döktür elmi gözdən baxmalısan. Bir dil əgər idari, yəni rəsmi dil, official language olmasa, ya əgər bir dil educational dil olmasa, o dil yoxdur əslində. Yəni qadağandır. Bir dənə kitabı ki, dünən Necan deyirdi, ağa bunun kitabı olmamalıdır. Siz o dilə deyirsiniz ki, azad idi. O dil şəfahi dildir. Yəni həmin kürdlərin dili ki, orada var idi. Ya hər yerdə. Mən bilmirəm. Ya Azərbaycanda yaşamamısınız, ay Hidayət əziz. Ya ki, gönül istəmir, doğru şeyləri görəsiniz. Azərbaycanda türk dilində nəşriyə yayılır. Nə indi? 35 il bundan qabaqdan yayılır. Yəni devrimdən sonra, inqilabdan sonra yayılır. İnqilabdan qabaq yayılır deyə yox. İndi cəza buyurun, beləsi gedək. Tarixi danışaq. Əgər istiruq qərar olur, tarixi danışmayaq, amma türkcə nəşriyə var. Türkcə yayılır, yazılır. Sizin o Təbrizdə Şəms Təbriz çıxıbdır. O Urumiyədə Nəvidə Azərbaycan çıxıbdır. İndi də çıxır. Baxın, elə qeyd axlara. Mən heç istəmirdim bu düşüncədə xüsusiyyata. Diyarbəkirdə, məsələn, gəlin qiyas eləyək. Türkiyədə, Diyarbəkirdə 10 il bundan qabaq bir nəşriyə çıxarda bilirdiniz ki, onda kürtcə yaza bilərsiniz, AKP-dən öncə. Olmurdu ki. Bəli, İranda heç zaman türkcə yazmaq. Qardaşım, Ümid Zəncan, Həkimپور çıxardan nəşriyə Dovum Xurdadın əsaslarından biridir zaten. Ümid Zəncanın yarısı türkçə yazılırdı, türk dilində yazılırdı. Heç zaman yasaq olmayıb yazmaq, oxumaq, o dildə danışmaq, o dildə oxumaq, oynamaq, heç şey sadə yasaq olmayıbdı. Yəni istəyirsiniz elə yasaq olaydı ki, yəni bu millət nə danışa biləydi evində, nə oynaya biləydi, nə oxuya biləydi. Xeyr, bu deyil. Baxın, deyəm ki, yasaq olmayıb və heç zaman da yasaq olmayacaqdı. Niyə? Çünki Azərbaycan kimliyi İran milli kimliyinin ən böyük kəsimidir, ən böyük bəxşidir. Yəni İranın kimliyi bu etməyəndidir. Bunların üzərinə durubdur. Yəni özündən ki, siz fikir eləyərsiniz. İran kimliyi Fars kimliyidir və bu kimlik bir yabancı, bir xarici bir kimlikdir, Azərbaycan kimliyi və bunu gəbətməyə, bunu nabud etməyə himmət vardır. Yox, özür deyil. Peyman, bir dənə kitab çıxıb. Baxın, elə bir ki, güya ya mən bir savadım. Peyman, ya mənim savadım yoxdur, ya sizin mütaliəniz son zamanlarda azalıbdır. Bir dənə kitab çıxıbdır, taza çıxıbdır, internetə də qoyublar. 10 il bu kitabı yazmağa çalışıblar. Bər əsası təhqiqi ki, özləri eləyiblər. Orada Azərbaycan millət hesab olunur. Azərbaycan İran etnikində, bağışlayın, İran içində. Bu kitabı mən istərsiniz print eləmişəm. Printini də sizə göndərirəm. Şeyi də var, orada göndərirəm. Buna görə mən Cunas TV-də danışmışam kitabın özünə görə. İstəmirəm burada çox danışam. Burada nation ya millət deyəndə deyir ki, Fars kültürü, yəni Fars kəlməsini işlədir. Fars nationdir, millətdir və o birisilər millət deyirlər. Bu kitabın rəsmən 3 dənə prezident bunun yazmasında nəqşi olubdur, rolu olubdur. Bunun pulun təmin eləməkdə. Neçə 100 adam bu kitabın üstündə iş işləyiblər. Böyük amari bir məsələn təhqiq veriblər. Rəsmi son demək olar tərifi, elmi ki, İranda farslar veriblər. Budur ki, Fars millətdir, o birisilər millət deyirlər. İndi burada
qanun əsasiyə gəlsək ki, böyüklərim sizin dilinizdə, metodolojide misaq-ı İrandır da. Bu misaqda türkü dilinə və fərhənginə yer yoxdur. Dərkənarı amuzş zəban farsi, zəban digər millər fəqət filan yerlərdə ola bilər. Yəni kölgədə məsələn bir yerdə ola bilər, radyo, televizyonda, ruznamədə ola bilər. Bu dil deyil. Bu rəsmi dil deyil. Rəsmi dil ən rəsmi, kəsin rəsmi dil deyil. Baxın siz bir dənə dilin məmnuiyyəti istəyirəm deyəm, dilin azadlığı deyil. Dilin azadlığı o zamandır ki, Sazman-ı Milal deyir bunu. Dilin azadlığı o zamandır ki, bu gələ bu ünvanı zəban amuzişi, amuzиш, təlim, tərbiyyət dili şey ola. Bu yayla və hə belə bu şey ola. İdari dil ola, rəsmi dil olur. Həm amuzişdə, həm idarədə rəsmi dil olur. İcazə buyurun. İcazə buyurun, Əhməd bəy də qataq. İcazə buyurun, Əhməd bəy də qataq danışıqlarımıza. Buyurun, buyurun. Seyman bəyə bir daha salam deyirəm. Biz münasibət Selamünaleyküm. İndiyə qədər ən azı 30'a yaxın tam müxaliflərimizin, tam İranistləri və ziddi Türk ünsürləri dəvət eləmişik, gəlib bu televizyonda danışır. Doğru. Azad da qoymuşuq, istədiklərini də deyiblər. Bu şərtlə ki, həm deyələr, həm də eşidələr. Doğru. Və inşallah ki, Peyman Arifin də əlində, Peyman bəy Arifin də əlində hər hansı imkanı varsa, ya o imkanı verə millətlərə, ya da ən azı demokrasi naminə heç olmasa adına arada sırada quru kağızın üstündə 2 bəndidə bu millətlərin hüququndan yazar. Mən Peyman Arifdən də şəxsən Peyman bəyi demirəm, yəni fikri deyil. Əvvəla yaşıllar zamanına dedi. Yaşıllar zamanı. Bizim hələ də YouTube doludur. Yaşıllar zamanı. Yaşılların haqqında, onlara olan zülmlər haqqında biz 70'e yaxın program qoymuşuq. 70'e yaxın. Nəinki bir dəfə, 2 dəfə. 70'e yaxın bir program qoymuşuq. İmam bəy deyir ki, siz nə verdiniz, nə istəyirsiniz? Bizim iddiamız da yoxdur ki, İranda milli demokratik bir qüvvətiz. Biz əvvəlinin biz Azərbaycanlı bir qüvvəyiz. Azərbaycan da bizim sahəmiz. Amma orada aldığımız zülmlərə biganə qalmamış. Ağay Pərviz Bərdavənd Xatəmiyə bir məktub yazmışdı ki, bu Pan-Türklərin dilini azad eləmə. Əgər Bərdavənd bu məktubu yaza bilirdisə, əlində o imkanı var idi yazırdı. Əlində onu tüfəng olsaydı, bu milləti qırmayacaqdı. Senin deyəm ki, Peyman bəy Arif, siz deyirsiniz, sizin elinizdə imkanınız yoxdur. Amma gündə məqalələr yazırsınız, sizi yenə deyirəm, siz meyilləri, məqalələr yazırsınız, məclislər qurursunuz, ondan sonra bəyanatlar verirsiniz, imzalar toplayırsınız. O yazılarınızın, imza toplamalarınızın, bəyanatlarınızın içində bir dəfə də olsa, bir dəfə Azərbaycan Türklərinin milli hüquqlarının İranın içində difa eləyibdir. Mənə bizim hər yer yoxsa baxın, hər harada. Buyurun. Yəni, qətən həndir cavabım. Əzlədiyim kimi. Haradadır? Biz İran. Lütfen göndərin qurban kəsək onu. Olsun, tamam. Tamam. Sən izələsə qoyuq. Hansı bəyaniyyədə, hansı tarixdə, nə deyirsiniz? Cənab Obali, bu cələsə ki, məndən İnsaf Əliyin ortasında keçən müzakirənin əsasında qərar dəyirdi biz dokumentinə gələk ki. Heç qərar dəyirdi siz də olarsınız. Qərar məndən İnsaf Əli danışaq. İndi siz də varsınız, icazə verin. Qədəmiz mənim gözüm üstə, yəni mən qonağam. Bəli, sizin olmaqlarınızdan da çox istiqbal edirəm. Bir cələsə qoyuq dokumentlə gəldik. Siz deyirsiniz, mən 70 dənə proqram qoymuşam. Yeşil hərəkətin əsasında olan və yapılan zülmlərin haqqında danışmışam. Mən deyərəm, qardaş, o 70 proqramı gətir. Siz də məndən soruşursunuz ki, sən İran türklərinin, İran, Azərbaycanlı türklərin
kültürel və dil haqlarının əsasında nə yazmışsan, mən də qoyuram mizin üstünə. Necədir? Mən indi deyim. Görək kim neyini? Yəni biz istəyirik kim burada demokratdır, kim demokrat deyil. Kim demokrasiyə qarşıdır, kim demokrasiyə qarşı deyil. Kim doğrudan doğrusu demokrat bir adamdır, kim doğrudan doğrusu demokrat deyil. Bunu qoyuq masanın üstünə, məsələsi yoxdur. Amma icazə versəz mən bir sıra suallara cavab verim, ondan sonra bu diyalogu qabağa aparaq. Yoldaşımız... Mənim sualım var idi. O sualımın cavabını almadım. Amma siz məndən soruşdunuz, deyim sizə, İman bəy. Baxın, mən Kərrubinin o nümayəndəsi ki, tutub ona təcavüz eləmişdilər, Türkiyə qaçmışdı. Şimdi gəlib siz Amerikadadır. O bizim televizyonda 3 dəfə danışdı. Və onu elə oradan qaçırdanlar da canlılarını məcaz verənlər də Azərbaycanlılar olmuşdu. Ondan tutdu. Dede Aya Sultan'ın hakkında, Kərrubi ile Musevinin tutulmalarının hakkında bizim videolarımız 5 yıl bundan evvelki arşivimize gidin oradadır. Ben size misallar buldum. Ama indi, deyək ki, siz onu görmək istəmişsiniz və görmüşsünüz. Mən indi deyirəm, mən o cinayətlərin hamısını məhkum edirəm. Eləmişiksə dəfələrdən. İndi mən sizdən bu sual soruşum. Yaxşı, onları görmüşsünüz. Sizin aya ve unvanı bir, siz ne diyeyim, milli mezhebisiz, milli demokratsız, her ne adını isnat edirsiniz, sergilenir. Unvanı bir insan ben derim. Aya siz Azerbaycanlıların, Təbrizlilərin Türk dilində dərs oxumasının tərəfdarısınız. Hala Azerbaycanlıların İranın içində milli federal dövlət qurmasının tərəfdarısınız. O hüquq tərəfdarı olmasaz da o hüququ bu millətə tanıyırsınız ya yox. Buyurun. Mənim cavabım sizə bəlidir. Niyə bəs İranın topraq, əzizim, büyürdünüz, bir 5 dəqiqə büyürdünüz, bir neçə dəqiqədə qulaq asın lütfən. Mənim cavabım sizə bəlidir. İranın ərzi təmamiyyət, topraq tümlüyünün içində İranın etnik qrupları, istər Azərbaycanlılar ola, istər Kürtlər ola, istər hər başqa kimsə ola. Onun kültürel, onun ekonomik, dil haqları bizim tərəfimizdən bir demokratik İranda sayğılanır. Siz məndən sorursunuz ki, aya bu dilin əsasında, Türk dilinin əsasında yazıb oxumağı qəbul edirsən, deyirəm, bəli, qəbul edirəm. Ola bilər ki, sən deyəsən 20 milyon adamın dilinin yazmağın və oxumağın qəbul eləmirəm və özünü demokrat bir adam biləsən. Amma bir dənə bizim məhdudiyyətimiz var. Yəni bir dənə nəhayətdə bizim bir xətti qırmızımız var, bir qırmızı xəttimiz var. O da İranın topraq təmamiyyətidir. İranı siz qəbul eləyin, İnsafəli bəy deyir, mən qəbul eləmirəm, mən təcziyə tələbəm. O zaman ki, təcziyə tələb oldu da mənim bundan sözüm qala bilməz. Yaxşı da bizə İndi mən Biləsi ilə üçün yoldaşlığım var. Mən Biləsi ilə üçün Təbrizlə yoldaşlığım var. Diyalog elərəm Biləsi ilə. Amma bir metodolojik diyalog ola bilməz. Amma siz İranı qəbul eləyin, paradigma İranın içində, İran paradigmanın içində, onda gəlin oturaq danışaq. Demokrasiyadan danışaq, dil haqlarından danışaq, mütəvazin tövsiədən, mütəvazin kalkınmadan danışaq. Sən onda mənə deyə bilərsən ki, ağa, İranda niyə gərək mənabə və imkanat naadilanə təqsim ola? Səthi tövsiyə iqtisadi Azərbaycanın kalkınması, ekonomik kalkınması Kirmanla bir olmaya məsələn. Bəli, bunlar İranın içində keçən diyaloglardır. İran paradigmanın içində keçən diyaloglardır, mənim əziz dostum. Yox ki, mən Günas TV-dən agəhdüz, o Günas icazə verin, mən sizə bir misal verim, həmin bu televizyonunuzdan. 3 il bundan qabaq Azərbaycanda salı 2012-də, 1391-də deprem oldu, zilzilə oldu. Mən o zaman sizin bu televizyonunuzda kamil yadımdadır, baxırdım. Bu deprem ilə sizin təpküz elə idi ki, elə bir Azərbaycan bir işğali bir məntəqədir. Ordu çəkiblər, buranı alıblar və İran hökuməti də, məsələ,
öz əli ilə gəlib orada defrin yapıbdır, orada zilziləni vücuda gətiribdir və indi də qoymur yardımlara yetişsin. Yardımların yetişməsinin qabağını alır. Bu o zehniyyətdir ki, mənim sizin televiziyonunuzdan və kəndinizdən varımdır. Amma siz gəlin, İran paradigmini qəbul edin, ondan sonra gəlin, oturaq İran bərayi həmə İran. Yəni İran, tüm İranlılar içində danışaq. Süleyman bəy, eşidirsiniz məni? Mənim suallarımı eşidirsiniz Süleyman bəy? Bəli, bəli. Deyirsiniz ki, mən dil azadlığını qəbul edirəm, amma. Yəni, amma ilə. Bu ona bənzər ki, mən sizə deyirəm, mən elə bil ki, üzlük deyirəm, olmasın belə inşallah. Elə bil, mən qalmışam zindana, sonra mən deyirəm ki, mən sizi azad buraxacam, amma mən deyənə qulaq tutaq. Amma bunu azadlıq sayırsınız, anması yoxdur demokraside. Ya siz demokratsınız, ya da deyilsiniz. Demokraside belə bir söz yoxdur ki, əgər bu olsa, bunu mən belə təsvir eləyəcəm ki, bu işin sonucu orasıdır. O zaman indidən mən bunu qabağını alırım. Kanadanı siz demokratik təsvirirsiniz. Bir dəqiqə bağışlayın, sual soruşuram. Kanadanı, Belgiki, Suisi demokrat məmləkət bilirsiniz? Ola bilər, bəli, onlar demokrat məmləkət saymaq olar. Onlar demokratik məmləkətdir. Onlar orada dili azad qoyublar, millət də orada təzyiyə tələb də vardı, bütövlüyü istəyən də vardı. Onlar o təzyiyə tələb üçün, təzyiyə deməyəcək, istiqlalçılar üçün o bütövlüyə verilən haqqı da pozmurlar. Dil azadlığı vardı, seçkiyə gedirlər, buna dedilər, haqq təyin sərnəviş. Millətin əksəriyyəti qəbul edəndə azad olacaq, qəbul edəndə qalınca bütövlükdə. Necə ki, Çeklə Slovakya bir-birindən o cür ayrıldı. Budur demokrasi. Əhməd bəy, elə danışdıq ki, əziz dostum, elə danışdıq ki, sizin dediyiniz budur ki, siz bunu deyirsiniz ki, siz tüm ehtimal vardı ki, millət dəst verəcək, ayrılacaq, indidən onların dilini biz qadağan edirik. Bu demokrasi deyil. Bu diktatörlükdür. Mən əslən mərak eləmirəm, əslən ödül bir mərakım yoxdur. Mən kəsin mütəqidəm ki, Azərbaycan xalqi İranın ən İransı xalqidir, İransevən xalqidir. Yüzlər il bundan qabaqdan da bu günə qədər göstərdiblər ki, İranın sınırlarını saxlayan, İranın kimliyini koruyan xalq Azərbaycan xalqidir. Bu bir. İkincisi, bir gün əgər Azərbaycan xalqi bu nöqtəyə yetişək, gəlir rəy verə bir azad referendumda. Siz indi elə danışsalar bir referendum qoymuşuq, Azərbaycan rəy verib ayrılmağa və sizi də prezident seçməğa. Elə deyil. Amma əgər bir gün deyil, bir gün mən sözümü kəsməyim lütfən. Əzizim, mənim sözümü kəsməyim necəşməzdir sözümü kəsməyim. Bir gün biz yetişək. Bu cür tənəli sözlər bu verilişdə olursa, mənim deməyə 30 dənə tənəm var. Əgər Süleyman bəy Arif qonaq olaraq öz hörmətini saxlamasa, mənim çox yaxşı sözlərim var deməyə. Doğrudur. Siz indi Əhməd bəy, şantaj eləmir. Dönün ki, sizi də prezident seçirlər, fikir verirsiniz. Elə deyil şeylər bir referendum qoyulmuşdur. Bir dəqiqə, xahiş edirəm, ikiz də bir dəqiqə mənə icazə buyurun. Baxın, Arif bəy və Əhməd bəy, fəaliyyəti siyasi, xüsusən gərək bunu Arif yaxçı bilə. Arif indi feylən Cumhuri İslami və mütləq tələblərin tərəfindən güya danışır, o şey aparır. Fəaliyyəti siyasi əslisi məmləkət qurmaq üçün, ikincisi dövləti ələ geçirib idarə eləmək üçün, prezident olmaq üçündür. Yəni, bu pis anlamı yoxdur. Bunu biz pis anlamda işlədəndə, yəni bu ki, güya məsələn... Əhməd bəy düşünür bəlkə. Yox, baxın, siz o... Elə deyil, İnsaf əldə. Bəxti ki, o Süleyman bəy qonaq olaraq deyir ki, elə bir referendum qoyulubdur, millət də qəbul edib, siz də prezident seçirlər. O sözü deyən, əgər mən demişəmsə, mən dəliyəm. Ayrısı deyirsə, dəli adamdır.
bu vaxtı ki Teğmen bəy o sözü mənə yapışdıraq, mən belə bir söz deməmişəm, belə bir iddiam da yoxdur, belə bir sözümdən mənə də çıxmır. Mən deyirəm ki, əgər millət, əgər söz var burada, millət səs verə istiyə ayrılır, bu demokrasidir. Bəli, demokrasinin mənası. Hocam, ustadım, əzizim, əgər bir günü gəldik Azərbaycanda referandum qoyduq, bir azad bir referandum qoyduq. Və o referandumun da sonucu ayrılmağa rəy vermək oldu və siz təkyə edə bildiniz, dayana bildiniz o oylara. Yəni dediniz, ağa, mənim Azərbaycanın məsələn 20 milyon rəy verənindən 10 milyon da əlavə bir nəfər mənim baxımıma rəy veribdir. Bəli. O zaman bəli. Arif, indi onda bu Arif bağışla. İndi bu zaman Arif bağışla. Bu zaman ki biz durmuşuq, elə deyil ki, Əhməd bəy və Arif, bir dəqiqə mən soruşum. Əhməd bəy və Arif bəy, lütfən bir dəqiqə mənə icazə buyurun. Baxın, sizin hər ikiniz demokrasidən danışırsınız, doğru. İstəyirsiniz demokrasi. Amma misal buranda, xüsusən mənim bu əziz dostum Arif, gedir misaldan kənara bir vaqei, amma fərzi bir misal verir. Yəni, düzü deyim ki, yəni istir vaqiyyət aparsa, amma demokrasiya. Baxın, sizin deyirsiniz ki, biz çarçub mərzi İrandan əgər istəyə Azərbaycan ayrılaq, xətti qırmızdır. Yəni, bizim demokrasimiz yetişdi burası ki, gələ Azərbaycan deyə mən istəyəm istiqlal alam, indi burada referandum ya fulana yer vermirsiniz ki siz. Siz referenduma yer verirsiniz, demokrasidəki Azərbaycanlılar gəlsinlər, desinə biz istiruq müstəqil olaq. Əslən, siz belə bir şey demokrasizdə var sizin zehninizdə, yoxsa sizin zehniniz hər istiqlal istəmək, ya sizi dedikcən sizin şeydə təcziyəni qədağan edir. Bunu əvvəl roşən eləyin, aydınlaşdırın, görək ki... Əvvəl bunu aydınladaq. Çox gözəl. O demokrasilər ki, mən onun haqqında danışıram. Əvvəldə tüm İranlıların, İran vətəndaşlarının həqləri verilməlidir. Yəni, insani həqləri və vətəndaş həqləri, siyasi və mədəni həqləri verilməlidir. Telefon eləyəndən bir dedi, bu həqlər nə mənədir? Bu həqləri 60 il, 70 il bundan qabaqdan Misaq-ı Cəhani Hüquq-ı Bəşər, yəni insan həqlərinin dünya və uluslar arasında olan misağı bəlli eləyibdir. 1945-dən. Yəni siz buyurursunuz ki... Misağı, əzizim, mən vaxtı bunu deyirəm, yəni qəbul edirəm deyirəm də, mütəfəllik bəyim, əzizim. Misaq-ı Cəhani Hüquq-ı Bəşərimiz var, ona dayanmalıyıq. Mənşur hüquq bəşəri dayanmalıyıq. Misaq-ı hüquq siyasi mədəniyə dayanmalıyıq. Misaq-ı hüquq siyasi mədəni bir vətəndaş həqlərindən söhbət edir. Misaq-ı hüquq ictimai fərhəngi iqtisadımız var. O vətəndaşların haqqindən söhbət edir. Biz bu həqləri verməliyik demokratik bir durumda. Bunların içində haqqı təyin sərnişdə hesab olur ya yox? Amma bir ləhzə, demokratik həqləri, vətəndaşların demokratik və insani və şəhərvəndi həqlərin vətəndaş olaraq verdik. Yaxşı. Ondan sonra bir sıra adamlar çıxdılar, dedilər, biz ayrılmaq istəyirik. Qətən 100 nəfərin istəyi ilə siz eləyənməsiz referendum qoyuyorsunuz ki, gərək ona bir hüquqi mekanizm tərif olar ki, məsələn, əgər İran nüfusunun 100-dən 20-si, 100-dən 15-i o da hüquqi bir mücadilə olacaq, hüquqi bir mübahisə olacaqdır, bir dərvaqi hüquqi argyument olacaqdır. İran nüfusunun %5-i, 10-i, 15-i, 20-si hər konuda referendum istəsə, çünki siz istəyirsiniz, bunyadin bir səviyyədə gələsiniz, təğyir verəsiniz, ovza və əhval. Yəni, bir məmləkəti böləsiniz. Heç məmləkət buna izin verməz bu rahatçılıqda. 100 nəfər deyə, mən referendum istəyirəm, o da deyə, buyur, ki, 100 nəfərin istəyinin əsasında sən referendum qoy. Xeyr, bir hüquqi bir durum vardı. Onun üzərində siz gəldiniz, məsələn, imza yığdınız. Yetişdi 1 milyon nəfərə, məsələn. Bu gələcək parlament rəy verəcəkdir, ağa referendum qoyaq. Referendumun da nəticəsi mənim əziz dostum, indidən məhfuz tutmayın ki, Azərbaycan xalqi bizə rəy verib, ayrılmağa rəy veribdir.
Ya baxın bir Özür indi biz deyil. Peyman biz teoride danışırıq. Yəni ələn bəhs demokrasiyadan danışanda referendumdan öncə durumda danışırıq. Yəni nə indi mənim qoftumanım, mənim sözüm oya bağlıdır, nə mənim qoftumanım oy alıbdır, rəy alıbdır, nə sizin qoftumanınız oy alıbdır. Düzdür, elə buradadır ki, teorikdə danış. Yəni biz buradadır ki, sizin sözünüz düzdür. Biz hələlikdə sadəcə bir nəzəri və siyasi bir mübahisə səthində danışırıq. Yoxsa nə indi mənim partım Azad gedib seçimə girib, ya referenduma girib, öz düşüncəsini referendumun məhəkinə vura bilər, nə sizin durumunuz budur. Peyman, ittifaqən elə söz burada düzdür. Yəni bəli, əgər biz teorik bəhs edirik, teorik bəhsdə Əhməd bəyin ya sizin ya mənim bəhsimiz budur. Teorik bəhsə, əməli bəhsə qatmamalıyıq. Yəni biz indi nəzəri demokrasiya görə danışırıq. Hangi məmləkətdə? İranda ki, bizim üçümüz də İrandan eşitdik. Yəni o məmləkətə getsək zindan, edam. Yaxşı, orada azadlıq üçün türk dilinə belə yazmaq üçün türk dili demək olmur. Yəni Azəri deyəsən. Xoş, o torpaqdan biz danışırıq. Ora biz fərzi bir bağışla. Siz türk dilində ya Azərbaycanda, əzizim, mən 6 ayda Azərbaycandan çıxmışam. O türk dilində yazılır, oxunur, nəşriyyat... Bir dəqiqə. Mən indi burada bunu istərəm deyəm ki, demokrasi. Biz demokrasini, siz və mən və Əhməd bəy istirik əvvəl demokrasidə burada yəni müşəxəs edirik. Üçümüz də demokrasiyadan düşüncəmiz nədir? Sizin düşüncəniz əvvəl tərifinizdə və ikinci tərifinizdə budur. Üçüncü tərifinizdə fərq elədib. Deyirsiniz ki, demokrasi yetişsə mənim xətti qırmızıma ki, orada İran təcizi ola, mən onunla müxalifəm. Bunun üstündə varsınız, yoxsa bunu rədd edirsiniz? Yəni deyirsiniz, yox, demokrasi axiri nəzəriz bu olur. Demokrasi odur ki, əgər millət bir tədadı, ona da hüquqi, qanuni bir buyursun, 5%, 10%, əgər imza toplasa, desə ki, biz istiqlal istirik, gedəcək referenduma. Bunu qəbul edirsiniz, yoxsa əvvəlkin qəbul edirsiniz? Əvvəl bunu deyək. Əzizim, ötür dualitə düzəltmək bu səmimanə diyaloji yolu deyil. Mən heç zaman demədim, demokrasinin xətti qırmızı vardı məncə. Mən dedim ki, sizin telefon açanlarınızın biri dedi ki, Türk öz təbiri ilə, Türk millətinin və mənim təbirim ilə İranın, Azərbaycanlı, Türk xalqının həqlərini siz korursunuz ya korumusunuz? Mən dedim, kəsin koruruq və bizim qırmızı xəttimiz İranın torpaq tamamiyyətidir. Okey, bəs onda mənə lütfən demokrasini bir dəfə tərif edin siz özünüz üçün. İstəyirəm vaxtı verəm Əhməd bəyə desin. Demokrasinin sınırı var, demokrasinin sınırı var ya yoxdur. Demokrasinin sınırı var, onun prensipləridir. Demokrasinin sınırı liberalizmidir. Demokrasinin sınırı usulü demokrasidir. O nə mənədir? Müdaradır hər şeydən öncə. Yəni siz eləyə bilməzsiniz ki, demokrasiyadan bəhrə aparasınız, demokrasini kullanasınız, demokrasinin öz əleyhinə, demokrasinin qarşısına. Siz eləyə bilməzsiniz, demokrasiyada əqəlliyyətin həqlərini verməyəsiniz, sayğılamayəsiniz. Demokrasi, əzizim, burada əqəlliyyət, əksəriyyət İran haqqında söyləmirəm gülüsüz. Bu sayğısızlıqdır bu gülmək. Cənab-ı Əhməd Obali, əzizim. Demokrasiyasiz ki, demokrasiyadan istifadə edib əqəlliyyətin haqqını verməyə bilməzsiniz. O işi kim, onu özünüz görürsünüz, bizə deyirsiniz. Onu İranlılar görür, demokrasi adı ilə gəlib əqəlliyyətin haqqını verirlər, bizdə o mührü yap. Bu gülməlidir, əlbəttə ki, gülməlidir. Devrimin ilk günündən baskı altında olublar. Ha, baskı altında olmayandan ara etmişlər. Bərzədən ki, sizin ağır sayılır. Mən ikisini də səssizə eşidirəm. Dostlar, ikisini də səssizə eşidirəm. Heç birinizdən başlatmıram. Arif bəy, lütfən, icazə buyurun, Əhməd bəyin 2-3 dənə sualı var. Onları alaq, onlara cavab verin də siz. Mən sizə üzümü çözürəm deyirəm, İsafəli. Baxın, əgər bir səmimanə diyalogisiyak olsun, bütün gülmaqlıq, Peyman, bir dəqiqə lütfən. Qoyun Əhməd bəyin 3-4 dənə sualı var. Onları soruşsun, onlara siz cavab verin. Əhməd bəy, buyurun. Sizə hörmət qayda bu əsasda Mən gəlmişəm. bilmirdim ki, bağışlayın Peyman bəy, mən xəttin arxasında telefondayam, bilmirəm mən nə vaxt qoşuluram.
İnşallah ki mənim səsimi eşidirsiniz. Bəli, Əhməd bəy, buyurun, sizin sualınıza Peyman da qulaq asır məndə. Bəli, davamla pişələrinin arasında olan anlaşmanı o qərardadır ki, davamla pişələri imzalayıblar. Onu oxuyubdur. Mənə bir dənə həyə yoxdur, sonra sualıma keçəcəm. Davamla pişələri heç anlaşması yoxdur, qardaşım. Nəqqədə siz tarixi bilmisiniz. Okey. Əzizim, Səlamullah Cavidin qərardadıdır. Səlamullah Cavidin qərardadıdır pişələri. Səlamullah Cavidlə pişəvərin fərqi var. Öyle deyirəm. Yəni qavan mənzur, yəni İran dövləti ilə Türkiyə demokratın arasındakı olan müqavilə. Səlamullah Cavid, bəli. Düzdür. O müqavilədə yazıbdır ki, o müqavilənin mən xülasəsini deyirəm ki, yazıbdır ki, Azərbaycan özü ordunun rəhbərini özü təyin edəcək, Azərbaycanın sərbazları Azərbaycanda qalacaq, Azərbaycanda türk dili rəsmi olacaq, Azərbaycanın özünün milli məclisi olacaq, iqtisadiyyatına özü baxacaq. Bir növ adını səhmədən Şah-Abbas demişdən təkiblər üstünə olub federal dövlət. O müqaviləni siz qəbul edərsiniz hakimiyyətdə olacaq. Əzəli xidmətsə ki, Qəba Müsəltənə və Səlamullah Cavidin anlaşmasında Azərbaycan özü rəhbər seçəcəkdir, Azərbaycanın milli məclisi olacaqdır, bu tür bir şeylər yoxdur, əzizim. Hətta gəlir o anlaşmada. Mən Qəbanın kitabından, bu olmadı, bu bəhs olmadı. Yəni siz ələnin sənədi inkar edirsiniz. Siz bir tarixi bir sənədə işarə edirsiniz. Mən deyirəm, özür bir şeyimiz yoxdur. O tarixi sənəd, əgər sizin əsasınızdır, bu danışmağın, yəni bu cümlələrin təməli budur, deyirəm, o sizin irzauz o tarixi sənədə ki, Səlamullah Cavid ilə Qəba Müsəltənənin arasında imzalanıbdır, əsli tarixi sənəd düzdür, amma o şey ki, onunla siz istinbat eləyəsiniz, dürüst deyil. Yaxşı, bir dəqiqə, mən o kitabı Səlamullah Cavid Qəba anlaşmasında deyir ki, Azərbaycanın milli məclisi tətil olacaq, dönəcək Əncüməni İyaləti və Vilayətiyə. Bəli, Əncüməni İyaləti və Vilayətini mən də qəbul edirəm. Əgər Əncüməni İyaləti və Vilayəti ki, çox mütərəqqi bir qanundur, məşrutiyyətin 100 il bundan qabaq ki, bu günlərdə onun il dönümünü keçirdirik. Məşrutiyyətin ən parlaq qanunlarından, ən parlaq sonuclarından iyaləti və vilayəti məclislərdir və İranı qeyri-mütəmərkiz idarə eləməklikdir. Əgər odur mənzurdur, mən bəli onu qəbul edirəm. Mən indi az qalmışam studiya çatan Peyman bəy. O kitab Tehranda çap olur. Xatirat Qəbanın kitabından o səhifəsi ilə mən sizə deyirəm ki, görün ki, ya siz onu oxumayırsınız, ya da bilə-bilə doğrudan burada insafsızlıq edir. Mən özümdən demirəm. Səlamullah Cavidin anlaşmasında hətta gəlir ki, Milli Məclis kapanacaqdır, tətil olacaqdır ki, Səlamullah Cavid ordu, o fədailər ordusu qeytəriləcəkdir İranın ordusunun içərisinə. Ki, Səlamullah Cavid Tehrandan Təbrizə dönəndən sonra bu ittifaq düşür. Milli Məclis dönür, Əncüməni İyalətiyanın ilk adımlar, ilk qədəmlər götürülür. Ki, nəhayətdə mütəəssifانə ərtişi Sorxun, yəni dəvağı o Şurəvinin siyasətlərinin və Mirzəfər Bağırovun siyasətlərinin əsasında bir demokratik və mütəsahilanə bir çözməyə sarı getmir. Nəhayətən o Qızıl Ordu İrandan eşiyə çıxır və ondan sonra da ki, bilirsiniz, ançeşod və qolu paslar. Yəni, Azərbaycanın şəhərlərində o olur ki, olur. Arif bəy, bağışlayın sözü kəsirəm. Bir dəqiqə mənə fürsət verin. Əhməd bəy və Arif bəy, vaxtımız çox azdır, mənə elam edirlər, xəbərlərə bir az qalır. Xahiş edirəm, çox qıssaca sualları cavab verin. Program qurtarsın, bəlkə olmaz gələn həftə davam verərik. Elə indi kitabın da səhifəsini mən götürəcəm, oxuyacam. Təqribən də satıram sonra. Bilirsiniz, Peyman bəy Arif sağ olsun, gəldi. İnşallah yenə də gələr və mən inanmıram ki, bizim Günah TV'nin yaratdığı bu şərait ki, indiyəcən
səltənət sələflərdən tutdu, açıq o Hizb-i İranın və ya nə deyərlər bu pan-İranistlərin nümayəndəsindən tutdu, Peyman Arif kimi hamı gəlib burada danışır. Mən əzizim pan-İranistlərin nümayəndəsi deyiləm, pan-İranistlərə də qarşıyam. Mənim sözə qulaq asın. Mən dedim ki, mənim pan-İranistlərə qarşıyam. Mən dedim ki, səltənət sələflər, hətta son cümləz bu oldu pan-İranist, Peyman Arif kimi pan-İranistlər. Yox, yenə də görürsünüz, qulaq asın. Yəni, mən sizi demirəm onun nümayəndə. Mən deyirəm ki, onlar da gəlib, siz də gəlibsiniz, hamı gəlib danışıbsınız, inşallah yenə də gəlin. Biz demokrasiya inanırıq və əməl edirik. Siz demirəm səltənət sələfdir və yəni ki, onunla da əlavə, mən sualım budur ki, əgər doğrudan da, yəni biz səmimi danışmaq istəyirik ən azı. Əgər doğrudan da Peyman Arif inanır ki, Türklərin, ərəblərin, bəlutların, Türkmənlərin, İranda yaşayan qeyri-fars millətlərin milli hüquqları verilməlidir. Aya yaxşı olmaz ki, Peyman Arif bir dənə nə deyərlər, qurtu sındırsın, kabulları qırsın. Mən heç duymuram səsləri. Əhməd bəy, səssiz kəsildi, səssiz gəlmədi, sualınız yarımçılıq qaldı. Dediniz ki, tabuları qırsın. Fikir edirəm sözünüzün davamında bunu istəyirsiniz, buyurasınız ki, bir məqalə yazsın və nəzərin rəsmən elan eləsin. Əgər mənim səsimi eşidirsiniz, buyurun. Əhməd bəy? Zahirən nəzərə gəlir Əhməd bəy. Mən anladım Əhməd bəy. Bəli, buyurun, buyurun. Buyurun, tüm vaxtımız çox az qaldı. Demokrasinin, mən qısa bir cavab verim. Demokrasinin sınırı yoxdur, tabusu da yoxdur. Demokrasi zaten və demokrasi istəmək zaten tabuları və botları sındırmaqla başlar. Zaten modernitə, təcəddüd ki, demokrasi siyasi təcəddüddür, siyasal təcəddüddür. Yəni bir məniş kimi, bir rəvişi, zimamdarı bir rəvişi kimi siyasal modernitənin başqa bir ismidir. Mən bunu istəyirəm sizə deyəm ki, bizim aramızda tabu yoxdur. Hər şey demokrasiya gedəcək. Hər şey referenduma məhək vurulacaq. Hər şey seçimin məhəki ilə olacaqdır. Mən bundan danışıram sizə. Və ondan sonra da deyirəm ki, əzizim, Əhməd bəy, sən Türk xalqının, Azərbaycan Türk xalqının həqlərini istəsən, olsun qardaşım, sən əvvəl adım və əvvəl qədəmin budur ki, gələsən, başqa demokrasi xalq nirularla, qüvvətlərlə əl-ələ verəsən, İranda bir demokratik bir durum yarana, ondan sonra demokratik durumun içində deyəsən ki, mən bu oyunun içində bunları istəyirəm. Yəni, əvvəldə sən demokratik durumu gərək yaradasan, yönətəsən, ondan sonra deyəsən ki, mən bunu yaratdım, işbirliyi yapdım, başqa demokrasi istəyənlərlə işbirliyi yapdım, demokrasi yaratdım, bunun içində parti yapıram, oynayam. Bunun içində demokratik durumun içində parti yapıram, oy alam, sözümü deyəm. Demokratik İrandadır ki, İranın əqvamı, sözlərin, İranın etnik kimlikləri sözlərin deyə biləcəklər. Arif bəy, demokratik İranda biz hamımız sözümüzü deyə biləcəyik. Mənim sözüm bu qədər. Təşəkkür edirəm Arif sənə ki, bu günləri mənim proqramda iştirak elədin. Mən icazə buyurun sonunda həm bir xülasə deyim, dostlarımız üçün vaxt qurtarıbdır, ələ mənə vaxtı, son vaxtı yazdılar. Bəli, Əhməd bəyə bir vaxt bu telefona qoşuldular. Əhməd bəyə bir vaxt verək sözlərini təkmil eləsinlər, sonra mən bir xülasə deyim, sonra qurtarsın. Buyurun, Əhməd bəy. Mən Peyman bəyə təəssüfən telefon kəsildi deyim ki, o kitabı ki, mən oxuyuram, Zindəgi Siyasi Qəvam Müstəlsənin Nüxust Vəziri İran, Nüxust Vəziri İran adında təlif Cəfər Mehdini yazır. İranda çap olub, pan-İranistlərin tərəfindən çap olubdur. Tehran Səndov Postisi, hamısı adresi buradadır. Yəni, kitab təqribən icazə verin deyil. 400 kitab 7-8-100-ə yaxın səhifəsi var kitab. Həmin kitabın
331-ci səhifəsində Peyman bəy yazır ki, روز 8 اردیبهشت 1325 کمیسیون ریاست سید ظفر پیشور از آذربایجان به تهران آمده به گشتری به جواهر رفتن و در مذاکرات بین طرفین این مواد مورد توافق قرار گرفت. Eşidirsiniz Peyman bəy? Bəli, bəli. Bəli, eşidirlər. Rüasay Keşaverdi Bazırgani Peşever. Burada 8 bənddən, 7 bənddən ibarət olan tavafuktan yazılır. Sonra pişnatlar var ki, onun sonrası da mən istəmirəm oxuyam, yəni hamısı için vaxt yoxdur. Siz 331-ci səhifədən başlayın və bu müqabilənin hamısı burada. O zaman Zəvan Rəsmi Azərbaycan təyin üstəndar Gəlbi Əncüməni İyaləti, sonra Aidat Əməliyyat Etibar Budget Keşlər və bunlar Fəaliyyət Sazmanı Demokratik Azərbaycan və İqtisadiyyat və Qeyri Azad Xaricdir. Nisbət Əhali və Xarkanan Demokratik Azərbaycan və Şirkət Anha. Bunların hamısı burada vardır. Bu birinci görüşdən, ikinci görüşdən, birinci görüşdən devam edir. Hamısını sonra məclis nəyə qərar verir və sonra hamısı burada var. Mən istəyim deyəm ki, özümüzdən danışmayaq Peyman bəy. Mənim sualım budur ki, indiyəcən bugün danışdığımızdan fərqli yazılar görmüşük. Hamısı fərqlidir. Bugün deyirsiniz ki, siz millətlərin hüququnu müdafiə edirsiniz. O cümlədən dilin azadlığını, dil azadlığını. Baxmayın orada 5 dənə sizin Deqolu siz tərcih tələb, Deqolu biz istiqlal tələb var. Sizin rəqəmizlə deyirəm. O 5 nəfərsə, 100 nəfərsə onlar heç görə bilməyəcəklər. Siz 100 nəfərdən ötürü 30 milyonun haqqını öyle nəzirsin. Gəlin 30 milyonun dil azadlığını bir məqalə haqqında götürün yazın İran-ı ayən fərda. Görək Peyman Arif bir Türk oğlu kimi özündən çıxıb gelib Farsın qulluğunda olmaq istəyir. Peyman Arif Türk oğlu kimi həm də özünün qulluğunda olmaq istəyir. Bir dənə məqalə yazın ki, çox sərə çap edərik. Təşəkkür edirəm. Təşəkkür edirəm Əhməd bəy. Əhməd bəy, Cümləmi ərz edeyim. buyurun. Mən İranın qulluğunu deyəm, İranın demokrasinin qulluğunu deyəm, demokratik İranın qulluğunu deyəm. Ondan artıq da Azərbaycanın qulluğunu deyəm. Azərbaycanın qulluğunda olmaqlığı da demokratik İranın qulluğunda olmaqlıqda bilirəm. Çox sağ olun. Təşəkkür edirəm. Odur ki, əziz həmvətənlər, gördünüz, bəhs çox gözəl oldu və mən vaqəən bəzi yerdə istədim ki, sakit olaq. Mən yəni sakit olan görəsiniz ki, iki dana nəzər necə bir-biri ilə çarpışır, çox möhtərəmanə. Oradan da ki, dostlarımızın hər ikisi çalışdılar ki, təmişdən uzaq olsunlar. Bilirik ki, bu tür zamanlarda olar. Bir hər hal görürsünüz ki, adamın ağzından bir söz hesablamamış çıxar. Canlı bərnamədir, belə bir şeylər olar. Məncə gözəl başlandı bəhslər, gözəl gəldi. Dostlarımız hər iki tərəf eləyə bildilər, nəzərlərini bilindirələr. Mən də şəxsən nəzərlərimi bilindirdim. Demokrasi tərifində bir miqdar nəzərə gəlir ki, fərqli, çox bir miqdar xeyir, çox fərqli vardı və bunu demək olar ki, dostumuz deyir ki, əgər, yəni Arif bəy, Peyman Arif buyururlar ki, əgər siz istəyirsiniz bir demokrasiya çatasınız, gəlin İran çərçivəsində danışın. Biz nə deyirik? Biz istiqlalçılar, mən və Əhməd bəy ərz edirik ki, əgər İranın çərçivəsində olanlar istəyirlər biz onların fikirlərini bilək, onlar bizim fikrimizə görə olan nəzərlərin yazsın. Əhməd bəy nəhayətdə sizdən, qonağımızdan bunu istədilər, bunu در həqiqət xahiş elədi. Əgər bu adam dediklərində sadiqsə, bunları bir məqalə şəklində yazsın ki, istinad eləmək olsun bu məqalələr. Günaz TV-nin bərnamələri, o cür ki, buyurdular Əhməd bəy də. Mən özüm də heç olmasa 6-7 bərnaməsində şirkət eləmişəm, yaşıl hərəkatına görə və müxtəlif hərəkata görə danışmışıq. Arşivdə mövcuddur, yəni baxmaq olar, YouTube-da vardı, hər yerdə vardı, bunları baxmaq olar, heç müşkülü yoxdur. O cür ki, dostlar yazırlar, vaxt qurtarıbdır və mən izafi danışıram. İcazə buyurun, sizin hamınızı, əziz hörmətli tamaşaçılar və qonaqlarımı Əhməd bəy və Peyman Arifi Allaha tapşırım. Gələn həftə sizi görmək ümidi ilə sağ və səlamət qalın. Hələlik. Yaşasın Azərbaycan, yaşasın Azərbaycanlar.